Salam yoldaşlar, bugün parabol mövzusunu izah edirik. Haydi başlayaq. Birinci sualda, deməli bu parabolda əvvəlcə mən onu deyim ki, hansı işarə niyə bizə lazımdır misallara keçməzdən qabaq uşaqlarla çox qarışdırdıq. Deyək ki, ax kvadrat üstə gəlsin bx plus c. Əgər ifadə belə verilibsə, bizdə hər bir hərf niyə lazımdır? A-ya baxırıq. Əgər A sıfırdan böyükdürsə, parabolümüzün qolları yuxarıdır. A sıfırdan kiçikdirsə, parabolun qolları aşağıdır. A-nın işi budur, ancaq qollara baxırıq. Yuxarı yoxsa aşağı olmağa. Sonra keçək B-dən danışaq. B-ni sona saxlayaq, C-dən danışım daha yaxşısı. C bizə niyə lazımdır? C həmişə y-oxun kəsməyi göstərir. Əgər C müsbətdirsə, parabol y-oxun yuxarıdan kəsir. Ola bilər ki, üz aşağı olsun, amma yenə y-oxun yuxarıda kəssin. C bunu göstərir. Amma C sıfırdan kiçik olsa, təbii ki, y-oxun aşağıdan kəsəcək. Belə bir şey. Yəni C buradadır. Bir də son olaraq B bizə niyə lazımdır? Təpə nöqtəsinin koordinatını tapanda mx və ny deyilən formula var. Mx-dən yola çıxırıq. Mx bərabərdir mənfi B bölünsün 2A. Yəni təpə nöqtənin koordinatını tapmağa bizə kömək edir. Məsələn deyirəm, B əgər sıfırdan böyükdürsə, təbii ki, burada A-nın da önəmi var. A da sıfırdan böyükdürsə, müsbət, bura olur mənfi. Yəni bu parabolanın təpə nöqtəsi x oxunun mənfi istiqamətində olmalıdır. Qollar da yuxarı, belə bir şey. Məsələn, götürək ki, B-si müsbət, A-sı mənfi olsun. O zaman nə olur? Mx bərabərdir. Mənfi B bölünsün 2A yazsaz yenə. B-si bu dəfə müsbət, A-sı mənfidirsə, bunun ümumi cavabı sıfırdan böyük olur. Deməli, bizim parabolumuz A-ya görə qollar aşağıdır. Amma bu təpə nöqtəsi x oxunun hansı istiqamətindədir? Müsbət istiqamətində. Yəni, belə bir parabol çəkəcəyik. Yəqin ki, bir problem yoxdur. Misallar üstündən daha dəqiq danışaq. Bizdən hərəsinin yeni işarəsini təyin etmək istəyir. Qollar aşağıya doğrudursa, bu bizə onu göstərir ki, A sıfırdan kiçikdir. Y-oxun gəlib aşağıdan bir yerdən kəsibsə, bu bizə C-ni göstərir. C də sıfırdan kiçikdir. Və danışdıq ki, təpə nöqtəsi B-yə baxan bir şeydir. Təpə nöqtəmizin x-i, mx-i danışaq, sıfırdan böyükdür. Görürsünüz, müsbət bir istiqamətə gəlir. Onda mx-in formulasını yazsam, mənfi B bölünsün 2A. Mx-imiz özü müsbət, A-mız nədir? Mənfi. Onda B-nin yerinə elə bir işarə qoymaq lazımdır ki, sonunda müsbət olsun. Deməli, B-yə də müsbət qoyaq. Fikir verin, bu mənfilər ixtisar gedər, müsbət bərabər müsbət qalar. Deməli, təyin elədik ki, B-miz də sıfırdan böyükmüş. Ardıcılıqla yazsaq, A-sı mənfi, B-si müsbət, C-si də mənfi. Uyğun cavabımız C variantı. Keçək ikinci sualımız. Nə deyir? İfadəmiz bu, A hangi aralıqda olar? A-nın aralığını tapmaq üçün birincisi biz kvadratik funksiyanı danışırıq ki, bu əmsalı sıfırdan böyük olmalıdır. Niyə? Qollardan baxıb danışırıq. Əgər qollar yuxarıdırsa, bunun əmsalı sıfırdan böyük olmalıdır. Ona görə yazacağıq ki, 3 minus A böyükdür 0. Buradan da A kiçikdir 3. Həll olaraq mənfi sonsuzluqdan 3-ə qədər. O da A variantı. İlk testlər ancaq istiqamətlə bağlıdır. Yəni, xüsusi bir tənlik lazım deyil. İndi gəldik əsas məsələyə. Bizə 2 dənə formula lazımdır, millət. Qoyun kənarda yazım. Hansı formula nə işə yarayır? Əgər parabola x oxun 2 dənə nöqtədə kəsirsə, x1, x2 deyək, onda formulamız budur. Fx bərabərdir. A vurulsun, x çıxılsın, x1, x çıxılsın, x2. Yox, əgər parabolanın ancaq təpə nöqtələrindən söhbət gedirsə, baxın, bu təpə nöqtəsinin mx-i və ny-indən söhbət gedirsə, onda formulamız fx bərabərdir. A vurulsun, x çıxılsın, mx-in mötərizə kvadratı, üstə gəlsin ny. Yəni, bizə lazım olacaq, test boyu ancaq bu 2 dənə düsturdan istifadə edəcək. Yəni, bunu bir yerə yazın, əzbərin. İndi keçək 3-cü misala. Fikir verin, bu 3-cü misal birinci qaydaya uyğundur. Bizim x1-miz, x2-miz məlumdur. Gəlib kənarda yazıram x1 mənfi 3, x2 1 və buradan yerinə qoysaq, fx bərabərdir. A vurulsun, x çıxılsın mənfi 3, yəni x plus 3, o biri də x minus 1. İndi iş gəldi bu əmsaldakı A-nı necə tapırıq? Y-oxunun hardan keçməsi bizə önəmlidir. O mənfi 3-ün köməyinə. Mənfi 3 elə bir nöqtədir ki, x-i 0, y-i mənfi 3 olan nöqtədir. Həmin bu 0, mənfi 3 nöqtəsini gətirib yazdığımız funksiyada yerinə qoyacaq. Yəni, fx-in yerinə mənfi 3. Mənfi 3 bərabərdir. A vurulsun 0 plus 3.
0 çıxılsın 1. Mənfi 3a bərabər mənfi 3-dən a-nı da tapırıq 1. A-nı da tapandan sonra gətirib burada yenidən yerinə yazsam, bizim funksiyamız səndimə bu formadaymış. Fx bərabərdir ax kvadrat. Yəni 1 vurulsun. Mötərizədə bu hissə x plus 3 vurulsun x minus 1. Bunu da vurub açmaq olar da yəqin ki x kvadrat üstə gəlinsin. 3x çıxılsın, x çıxılsın 3. Bu da yekunda verər x kvadrat üstə gəlinsin 2x minus 3. Yəni bizim fx formulamız baxın budur. X kvadrat üstə 2x çıx 3. B variantı. Keçək 4-cü sualımıza. Burada da eyni məntiqdən istifadə edirik. Niyə? Yenə Yenə x1 və x2 nöqtələrini görürük. Hətta sizə bir dənə bir şey deyim. V7-dən də biz sürətli getmək olar. Amma buradakı mənfi 3-ə görə yormayaq. Elə misal bildiyimiz yoluna yazırıq. Deməli, deyəcəyik ki, bu fx bərabərdir a vurulsun. X çıxılsın, x1 nöqtəmiz mənfi 1, plus 1 oldu. X çıxılsın, ikinci nöqtəmiz 3. Sonra bir də bu qolun keçdiyi həmişə y oxuna baxırıq. 0 mənfi 3 nöqtəsi. Bunu da gətirib yerinə qoysaq, mənfi 3 bərabərdir. A vurulsun 0 plus 1, 0 çıxılsın 3. Bu da bayaq kimi elə olur, mənfi 3a bərabər, mənfi 3 a-nı 1 tapırıq. A-nı 1 tapıb yerinə yazsaq, onda fx bərabərdir. 1 vurulsun x plus 1, x minus 3. O belə bayaqki qrafikdə əslində x kvadrat çıx 3x üstə gəlsin x çıxılsın 2x çıxılsın 3. Funksiyamız bu. Bizə də ABC əmsalını danışırsa, A əmsalımız 1, B əmsalı ortadakıdır. B əmsalımız buradır, yəni mənfi 2. C'miz də axırdakıdır, mənfi 3. ABC tapıldı. İndi yerinə qoyub hesablasaq, mənfi 2 vurulsun, mənfi 3 bölünsün 1. Bu da eləyər 6. D variantı. Keçək 5-ci sualımıza. Bu dəfə təpə nöqtəsinin koordinatı verilir. Fikir verin, 2 dənə nöqtə görmürük. Onda düsturumuzu yazırıq bura. Fx bərabər idi. A vurulsun, x çıxılsın, təpə nöqtəsinin x-i də lazımdır, y-i də lazımdır. X 3, y 0 olan nöqtədir. Onda x çıxılsın 3-ün kvadratı. Üstə gəlsin, təpə nöqtəsinin 0, daha doğrusu y 0-dır o da. Sonra nə edirik? Bir də deyirik ki, qolun keçdiyi nöqtə həmişə bizə lazımdır A-nı tapmağa. Bu da 0-18 nöqtəsidir. Gətirib nəzərə alsaq, yazırıq 18 bərabərdir A vurulsun, 0 çıxılsın 3-ün kvadratı, 9A bərabərdir 18-dən, A-nı tapırıq 2. Yerinə yazsaq, onda deyərik ki, fx fonksiyonu 2 vurulsun, x minus 3-ün mötərizə kvadratı formasında imiş. İndi bunu da gətirək bir aşağıda bir yerdə göstərək. X minus 3-ün kvadratı. Bizə də deyir ki, bunu göstər, amma açıq göstərib, çox güman yox. Elə belə də verib. Baxın, C variantında var. Getdik 6-cı suala. İnşallah ki, başa düşülən olar. Bu paraboladan çox əziyyət çəkir. İndi bizim nəyimiz var? Təpə nöqtəsinin y-i 16-dır. X-i məlum məsələ. Hər halda o təpə nöqtəsindən söhbət gedir. Başqa da bir şey verməyib. M çıxılsın x kvadrat funksiyasından söhbət gedirsə və y-i 16, x-i 0-dırsa, belə bir nöqtəmiz var axı əlimizdə. Gətirək bu nöqtəni funksiyada yerinə qoyaq. Onda yazıram 16 bərabərdir. M çıxılsın 0-ın kvadratı. M olur 16. M-in yerinə gətirib 16 qoysaq, y bərabərdir. 16 çıxılsın x kvadrat deyilən bir düsturdur. Yəni bir kvadratik tənlikdir. Burada da x1, x2 o deməkdir ki, y 0 olsun. Yəni y-in yerinə 0 qoysan, 16 çıxılsın x kvadrat bərabər 0, x kvadrat bərabər 16, x də bərabər plus minus 4. Yəni buradakı köklər mənfi 4 ilə 4 köküdür. Bunların da hasil olur mənfi 16. A variantı. Keçək 7-yə. Deməli, burada nəyimiz var? Bizdən təpə nöqtəsini istəyir. Bəzi şeyləri sürətli tapa bilirik. Necə tapa bilirik? Bu təpə nöqtəsi həmişə gəlir simmetrik ortadan bölür bunu. Ona görə mənfi 1-dən 7-yə qədər nə qədər addım var? 8 addım düşünsək, buradan bura qədər 4 addımdır, buradan bura qədərdir. Yəni ortadan bölməlidir simmetriya mərkəzlisə. Onda 7-dən 4 addım sola getsəm, bu nöqtə 3 nöqtəsidir. Bizə də təpə nöqtəsinin erin, yəni x koordinatını istəyirsə, bu koordinat 3-dür.
bəziləri də şifahi tapılır. Sonra gələk minimum maksimum söhbətlərində. Bunların millət 2 dənə yolu var. Amma yormuram sizə. Bir dənə qısası odur ki, minimum sözündə görsən, maksimum da sözündə görsən, bu formulanı işlədirsən. Mənfi diskriminant bölü 4A. Yəni təpə nöqtəsinin y-ni tapmaqla eyni şeydir. Onda A üçün hesablasaq, yazaq. Mənfi buranın diskriminantını hesablayıram. 16 çıxılsın, 4 vurulsun A'mız 1, B kvadrat çıxsın 4A, mənfi 1, bölünsün, 4 vurulsun A'mız 1. Düşürük bir dənə də aşağını hesablayaq bu qayda ilə. B'yə görə, buradan da bunun diskriminantı. B'nin kvadratı, yəni mənfi qalsın diskriminant. 4 çıxılsın 4 vurulsun. A'sı mənfi 1, C'si 0, bölünsün 4 vurulsun A'sı təzədən mənfi 1. İndi ayrı-ayrı bunları hesablasaq, sürətimiz bu mənfiləri ataq geçsin. Hər ikisində var da usta. 16 üstə 4, 20 bölünsün 4. Bura oldu 5. Məxrəcə baxsaq, bu getdi 0-a. 4-də mənfi 4-ə böləndə mənfi 1. Yekun cavabımız mənfi 5. Y variantı. Və yenə maksimum söhbəti gedirsə, heç misal yormuruq. Yenə minimumda görsən, maksimumda görsən, mənfi diskriminant bölü 4-a. İndi bunu gətirib yazırıq. Nədir? 12 bərabərdir. Mənfi diskriminantı B-nin kvadratı. Buradan 2-dən kəsir çəkdim ki, bir saniyə. Mənfi B-nin kvadratı 16 çıxılsın 4 vurulsun. A'mız mənfi 1, C'miz N. Bölünsün 4 vurulsun A'mız mənfi 1. Buradan bu mənfiləri ixtisar eləyək. Çarpaz da vursaq 12-ni 4-ə vuram 48 bərabərdir. 16 üstə gəlsin 4N. 4N bərabərdir 32-yə. N də bərabər 8. Uzun ömür, can sağlıq. Keçək ona. Yenə istisnasız. Maksimum sözündə görsəz, minimum sözündə görsək, o düstura gedirik. Amma bunun bir dənə əmması var. Mötərizənin üstə mənfi görəndə belə saxlamayacağıq. Bunun kəsirinə yazaq. 6 bölünsün. 2x kvadrat çıxılsın 4x üstə gəlsin 3. Biz nə edirik? Gəlib kənarda buna görə maksimum hesablayıb 6-nı bölməliyik ona. Yəni ny bərabərdir. Mənfi diskriminant bölü 4A-nı yenə yazıram. İtirmirəm bunu. Bərabərdir. Mənfi diskriminantı nədir bu ifadənin? Baxın, buradan danışıram. B-nin kvadratı 16 çıxılsın 4 vurulsun A'sı 2, C'si 3. Bölünsün 4 vurulsun A'sı 2. Bu da bərabərdir. Mənfi qabaqda 4, 2, 8 buradan. 16-dan da 4, 2, nə olur? 2, 3, 6, 4, 24-dən 16 gedər mənfi 8. Bu mənfilər də ixtisar gedir, qalar müsbət 1. Yəni, bizim misalımız 6 bölünsün 1 formasındadır. 6-nı da 1-ə böləndə olur 6. Yəni, təkcə 1 götürməyin, onsuz da cavablarda görməyəsiniz. Keçək 11-ə. Nəyimiz var? Təpə nöqtənin koordinatlarını görürük. Erə K-ya görə düsturu yıxsaq. Heç ehtiyac yoxdur, bu yazıq hər şey bizə verir. Deməli, millət, həmişə, əgər burada bir ədəd yoxdursa da təbii ki, bunun x-in yanındakı ədədin əksini götürürük. Bura mənfi 2-dir. Burada olduğu kimi, yəni bunun k-sı da 1-dir. Mənfi 2, 1. Bizdən də minimum istəyir. Minimumda uşaqlar fx dediyinə görə, yəni y oxu hardan başlayır, arta gedir. Y oxuna fikir versək, baxın bu oxdur, elədir. Y oxu hardan başlayır qiymət almağa? Bir nöqtəsindən başlayır, arta getməyə. Deməli, minimum fx-imiz 1-dir. Fx deyəndə həmişə y-ə baxın, y oxunun üstünə. 12-yə keçək. Deməli, burada nə istəyir? F içində F, bir dənə də içində F, 1. Birincisi, biz fonksiyonumuzu ortaya çıxardaq, sonra F1-dən falan danışarıq. Necə ortaya çıxardırıq? Təpə nöqtəsinin koordinatını bilirik. X-i 1-dir, y-i 0-dır. Onda düsturumuzu kənara yazsam, fx bərabərdir. A vurulsun, x minus 1-in mötərizə kvadratı üstə gəlsin təpə nöqtənin y-i 0. Bir də bu nöqtədən istifadə eləyəsən, hansı nöqtədir? 0, mənfi 3. Gətirib y-in yerinə mənfi 3 qoyursan, A vurulsun, x-in yerinə 0 çıx 1-in kvadratı. Burada A-sı tapılır mənfi 3. Onda fonksiyonu geriyə yıxsaq, yazacağıq ki, fx bərabərdir. Mənfi 3 vurulsun, x minus 1-in mötərizə kvadratı. Tənlik bu. İndi bizə nə lazımdır? F1-i tapmaq. F1 bərabərdir, x-in yerinə 1 qoy deməkdir. Bu olur mənfi 3 vur 0-dan 0. Sonra gətirib f içində f, buraya yerləşdiririk 0-ı. Sonra f0-ı tapırıq. Necə? X-in yerinə 0 qoymaqla. Mənfi 3 vurulsun, mənfi 1-in kvadratı. 1 oldu mənfi 3.
Bu da bərabərdir f-in içində -3. F -3'ü də buradan hesablasaq. -3 vurulsun -3 çıx 1 -4 kvadratı 16. Bu da bizə verər -48'i. Yekun cavabımız -48. C variantı. Keçək 13'ə. Deməli, nə istəyir bizdən? Hər hansı bir AA nöqtəsi. Bu nədirsə, parabolanın üstündə olan bir nöqtə. X-i də A-dır. Y-i də A-dır. X-i A deməyim düzgün gəlmir. Çünki belə danışaq da uşaqlar, bu nöqtənin koordinatı hər nədirsə, mənfidir bu şey. Hər nədirsə, hər ikisində mənfidir. Nəysə, A ilə yazaq, indi mənfisini götürərik. Həmin bu nöqtə funksiyanın üzərindədirsə, gətirib yerinə qoymalıyıq. Yəni, A bərabərdir. A-nın kvadratı çıxılsın 5A, çıxılsın 16. Bir tərəfə yığsaq, A kvadrat çıxılsın 6A, çıxılsın 16, bərabərdir 0. V-yə getsək, hasili 16, 2, 8, toplamı müsbət 6, mənfi 2, 8. Hər halda yəqin ki, A bərabər 8'i götürməliyik. Çünki 8 buralarda bir yerdədir. Bu nöqtə deyil. Amma A bərabər mənfi 2'ni götürsək, fikir verin, buranı da tutur. Aşağının da mənfi 2 olmasını tutur. Deməli, A-nın qiyməti mənfi 2'ymiş. C variantı. Keçirik test 2'yə. Nə qəşəng, xoşumuza gəlir bu sahələr parabolanın içində olanda. Biz bu sahəni tapmaq üçün bizə bir oturacaq lazımdır, bir də hündürlük lazımdır. Elədir, 2'də 1 AH yaza bilək deyə. O yoxdursa birinci onu çıxardırıq. Necə? Təpə nöqtəsinin koordinatına görüm getməyə ehtiyac var mı? Bunun orta nöqtəsini tapa bilərəm. Oturacaqda -1'dən 7'yə qədər 8 addımda ortaya bölsən 4, 4. Yəni soluna da bura bir H nöqtəsi desək. Burada 4 addım, burada 4 addım. 7'dən də 4 çıxanda olur 3. Yəni H nöqtəsinin bu düşdüyü x-i 3'dür. X-i 3'dür, amma bizə x-i lazım deyil axı. Bunun y-inin getdiyi yer maraqlıdır. Onun üçün də məcbur nə edəcəyik? Bu funksiyanı ortaya çıxartmaq lazımdır. Onda bu 3'ə hələ ki yığışdırım. Bir işə yaramır. Funksiyanı necə götürürük? Viyetlə. Viyetdən daha çox dediyim, yəni oradakı köklərlə viyetlə də bir sürətli gələrik. Gəlin bir dənə də viyet üsulu sizə göstərək. x1 üstə x2 -1 üstə gəlsin 7, 6'dır. x1 vurulsun x2'miz də bərabərdir. -1 vurulsun 7, -7. Onda bu funksiyanı necə yazırıq? Bərabərdir. A qalır qarşıda. Hər hansı bir ədəddə bilmirik. Buranı viyetə görə düşsək belə yazacağıq. X kvadrat köklərin cəmi buradadırsa bunun əksi çıxılsın 6x. Hasil ama olduğu kimi çıxılsın 7. Sonra nə istifadə edirsən bu nöqtədən? X-i 0, y-i 7 olan nöqtə. Gətirib burada yerinə qoysam, deyirəm ki, y-imiz 7 bərabərdir. A vurulsun, x-ların yerinə 0 qoysan, 0 çıxılsın 7. A-mız olur -1. Məlumdur ki, parabolanın qolları aşağısı A-sı -1'dir. Onda bu funksiyonu geriyə düşsək, deyəcəyik ki, f(x) bərabər imiş. Əmsalda bir -1 var. -1 vurulsun, x kvadrat çıx 6x çıx 7. Bütün sıranı da mənfiyə vursan, onlar -x kvadrat üstə gəlsin 6x plus 7. Yəqin ki, burada heç kimin bir müəmması, problemi yoxdur. Və sonra danışdıq ki, bizə bu təpə nöqtəsinin bura x-i yox, buradan bura qədər baxın bu məsafə lazımdır. Bu məsafə də hündürlük üçün lazımdır axı. Onda təpə nöqtəsinin bizə ny maraqlıdır. Yəni mx yox, bu ny koordinatı lazımdır. Bax, bura gələn ny-dir. ny-in də düsturu var idi axı. Ondan yazsaq mənfi diskriminant bölü 4a, o da bərabərdir. Mənfi diskriminantı bunun 36 çıxılsın 4 vurulsun -1 vurulsun 7 bölünsün 4 vurulsun A-sı təzədən -1. Bu da bərabərdir. O mənfilər bir-birini aparsın. Elə müsbət 4 aşağıya yazaq. 36'nın da üstünə 28 gəlsə 64, 64 4'ə böləndə 16. Bu da təmiz. Deməli, buradan bura qədər bizim məsafəmiz 16 imiş. Eyni şeyi qarşıya köçürsəm, bu hündürlük olur 16. Oturacağı da bilirik axı 7 addım məsafədə. Onda S bərabərdir. 16 vur 7 bölünsün 2. 8 ilə 7'yə vurarıq, olar 56. Bu da A variantı. Keçək ikinci suala. Bu qaydada bir xüsusi düsturu yoxdur. Deyirik ki, parabola nə qədər ki y oxuna yaxındır, bilin ki, həmin əmsal böyükdür. Bura yaxın olan böyük olandır. Yəni A böyük olmalıdır B-dən, o da böyük olmalıdır C-dən. A, B, C də B variantında. Sonra üçüncü misalımız. Neyiniyək? Koordinat verib. F8 63'ə bərabər. Yəni gətir x-in yerinə 63 qoy, birincisi K-nı tapaq.
63 bərabərdir 3 vurulsun 8 çıx 20-nin mötərizə kvadratı üstə gəlsin k-ya. K da bərabər olur nəyə? 63 çıxılsın 8-dən 20 çıxanda 12 kvadratı 144. 3 vurulsun 144. Bu niyə belə böyük rəqəm verdi ki? Heç bir şey hesablayaq. 63 çıxılsın 144-ümüzü vuraq bir 3-ə. 4, 3, 12, 13, 4. 432-dən də bir 63-ün çıxaq. 3, 2, 9, 12, 6, 6, 369. Deməli, cavabımız mənfi 369. K-nı tapdıq. Gətirib yerinə düzsək, danışırıq ki, fx fonksiyonu bərabərdir 3 vurulsun x minus 20-nin mötərizə kvadratı çıxılsın 369. Bizdən də f32-ni istəyir. Yəni, x-ların yerinə 32 qoy deyir. 3 vurulsun 32 çıxılsın 20-nin mötərizə kvadratı çıxılsın 369. O da bərabərdir 12-nin kvadratı 144. 3 vur 144. Bayaq da var idi, elə bir şey heç hesablamazdım keşke. Çıxılsın 369. 369 nə deməkdir? Buradan gətirib yazsaq. 63 çıxılsın 3 vur 144 deməkdir də. Hesab səhvimi elədim. İnşallah ki eləməmişim. Buradan da plus olur burası. Bunlar da silinir, heç bir şey var da cavabı 63. Neyse, sonrası sizlikdir hesab işi. Mən yolundayım əsas. Dördüncüyə keçək. Burada nə var, nə istəyir? Hər bir şey ver, bay maşallah. 2-dən nöqtə gördüyümüzə görə, gəlin yenə V7-dən gedək. x1, x2 söhbət, yəni x1 çıx x2 daha doğrusu məntiqi ilə. Fx bərabərdir, a vurulsun. Bu əmsalları açıq istəyirsə, elə V7-dən yaza bilərik. x1 üstə gəlsin, x2 nədir? Bunların cəmi, 1 ilə 4-ün cəmi 5. x1 vurulsun, x2-miz də 1 vur 4, 4. Onda tənliyi belə qursan, x kvadrat çıxılsın 5x üstə gəlsin 4. Bu a-nı necə tapırıq? Bu qolun üstündəki nöqtə ilə x-a 6, y olan 10 olan nöqtəni gətirib yerinə qoyuruq. 10 bərabərdir, a vurulsun 6-nın kvadratı 36 çıxılsın 30 üstə gəlsin 4. A-mız da bərabərdir 10 bölünsün 10 verdi 1. Gətirib yerinə yazsaq, onda danışırıq ki, fx fonksiyonu bərabər imiş. Elə a-nı yerinə 1 qoyanda x kvadrat çıx 5x üstə gəlsin 4. Əmsalları istəyir. A-sı 1-dir. B-si mənfi 5-dir. 1 çıx mənfi 5 üstə 5 olsun da. Üstə gəlsin C-si də 4. Ümumi toplam olur 10. Yəni C variantı. Keçdik 5-ə. Nə qəşəng istiqaməti təyin eləmək istəyir. Daha doğrusu işarə verib qrafiki quraq. A sıfırdan kiçikdir, mənfidir. C-si də müsbətdir, B-si də müsbətdir. Birincisi, millət. A sıfırdan kiçikdirsə variant adaq. Belə olmur. Mənfidirsə qollar aşağı olmalıdır. B variantı da olmur. Hələ ki bunlar düz. Sonra C müsbətdirsə y-qoxun yuxarıdan kəsməlidir. Aşağıdan yox, bu deyil. Y-qoxun yuxarıdan kəsib düzdür. Bu da yuxarıdan kəsib düzdür. Bunlar hələ ki yerində. Bir də bizə təpə nöqtəsini təyin edən B idi də. Mx bərabərdir. Mənfi B bölünsün 2A yazıb işarələri yerinə qoysaq. A-mız mənfi, B-miz müsbət. Buradan da nə olur? Bu mənfini silir. Mx da sıfırdan böyük olur. Yəni, bunun təpə nöqtəsi sağda yerləşdirməlidir, müsbət olmalıdır. Fikir verin. Baxın, bunun mx-i sıfırdan böyükdür. Bu deyil. Bunun mx-i mənfiyə gəlir. Düzgün cavab D variantı. İnşallah ki, analiz başa düşülən olar. Keçək 6-cı sualımıza. Nə verib, nə istəyir? Belə bir nöqtə var. A-nı tapmazdan əvvəl. Bu nöqtənin ən azı bilirik ki, burada 0-0-dan keçir bir qol. Həmişə verilən hər şey analiz edilir, rəqəm kimi verməsə belə. Koordinat başlanğıcı demək ki, x-i də 0-dır, y-i də 0-dır. Gətirib buradan yerinə qoysaq, bizə bir şey vermir. Tamam. Onda. Təpə nöqtəsinin amma mənfi 12-sini biliriksə, buradan yola çıxaq da. Ny düsturumuz var, axı mənfi diskriminant bölü 4a-dan. Onda yazıram mənfi 12 bərabərdir. Mənfi qalsın burada. B-nin kvadratı, yəni 4a-nın kvadratı 16a kvadrat. Çıxılsın 4 vurulsun a-mız. Elə a-dır, C-miz 0-dır. Bölünsün 4 vurulsun a-sı da a. Buradakı mənfilər bir-birini götürsün. 12 bərabərdir. Bura getdi 0-a. 16a kvadratı da 4a-ya böləndə 4-a. A-mız da çıxsın 3. Bu da elə bizdən a-nı istəyirdi. Nə qəşəngmiş. C variantı. Baxaq 7-yə. Burada nədir məsələ? Bu verilən mötərizədə n2 x-i göstərir. Yəni, sən burada gətirib x-in yerinə 0,
1, 2 və 3 qoyub uyğun y-ləri alıb ən sonunda minimum maksimum seçirik. X 0 olsa y-imiz nəyə çevrilir? 5-ə. Burada təbii ki yerinə qoyuruq. X bərabər 1 olsa y-imiz olur 4 çıxılsın 16 üstə gəlsin 5. Yəni 9-dan 16 gedər mənfi 7. X-in yerinə 2 qoyanda y bərabərdir 16 çıxılsın 32 üstə gəlsin 5. Mənfi 16-nın da üstünə 5 gələndə mənfi 11. Axırıncısı da y bərabərdir 3 qoysaq 4 vur 9 36 çıxılsın 48 üstə gəlsin 5 41 48 mənfi 7 də buradan olur. Baxırıq minimum qiymətimiz mənfi 11-dir, maksimum qiymətimiz 5-dir. Onda mənfi 11 üstə gəlsin 5, bu da bizə verər mənfi 6-nı, yəni D variantı. Keçirik 8-ə, minimum maksimum söhbəti. Minimum demək zaten y-in minimumundan danışmaq istəyir. Birincisi amma biz bu funksiyanı bir yığaq. Necə yığırıq? Bu qolların köməyi ilə x1, x2-dən yola çıxırıq. Deyirik fx bərabərdir a vurulsun, x üzərinə gəlsin 1, x çıxılsın 2. A-nı da tapmaq üçün bu qolun keçdiyi 0, mənfi 2 nöqtəsindən istifadə edirik. Yəni burada. Mənfi 2 də bərabərdir a vurulsun 0 plus 1, 0 çıxılsın 2. A da bərabər olur 1-ə. A-nı tapandan sonra gerisinə yazsaq, onda fonksiyonumuz fx bərabərdir 1 vurulsun x plus 1, x minus 2. Bunu da vurub açsaq, tam yazsaq. X-in kvadratı çıx 2x üstə x, çıx x, çıxılsın 2. Fonksiyonu düzdük, bu belə. İndi bizdən də dedik ki, minimum sözündə görsən, maksimumda sözündə görsən, düsturu nədir? Ny bərabərdir mənfi diskriminant bölü 4-ə. Bundan hesablasaq daha yaxşı. Bunu da gətirək, burada kənarda bir yerdə, bunun öz qarşısında yazın. Deməli, ny-imiz düsturu ilə gedirik. O da bərabərdir, mənfi qalır, diskriminantımızı hesablayaq. B-nin kvadratı buradan baxa-baxa hesablayırıq. 1, çıxılsın 4 vurulsun, A-mız 1, S-miz mənfi 2. Düşürük aşağıya 4 vurulsun 1. Bu da bərabər olur, mənfi qarşıda 4. 1 üstə 8, 9, mənfi 9 bölü 4. D variantı. Keçək 9-a. İstisnasız millət. 2 dənə fonksiyon kəsişirsə, fərqi yoxdur. Bu parabol olsun, düz xətt olsun və yaxud da ki, daha mürəkkəb bir fonksiyon olsun. Kəsişmədən söhbət gedirsə, bunlar bir-birinə bərabərləşdiririk. X kvadrat üstə gəlsin 3x plus 1 bərabərdir 4x plus 3-ə. Yan-yana ataq, tənliyi həll eləyək. Görək kəsişmə nöqtələrini tapaq ki, biz onun sonra arasındakı məsafəni də tapa bilək. Yəni x kvadrat çıxılsın x, çıxılsın 2 bərabər 0. Məlum məsələ V7-dən sürətli gedər. Hasilə 2, 1, 2. Cəm də müsbət 1 olsun deyə mənfi 1, 2. Məsələn, A nöqtəsini sonra gətirib bu mənfi 1, 2 uyğun olan y-ləri də tapmalıyıq. Yazıram ki, x1 bərabərdir mənfi 1, x2 bərabərdir 2. Buna uyğun olaraq y1-imiz bərabərdir. Hansını da yerinə qoyun, eyni şey olacaq. Məsələn, birincidə yerinə qoysaq, 4 vurulsun mənfi 1, mənfi 4 üstü 3, mənfi 1 eləyir. İkincisini də y2 nöqtəsi deyək. 2-ni qoyanda 4 vur 2, 8 üstü 3, 11. Koordinatları da tapandan sonra gətirib yerinə yazsaq, bu hər iki kök müsbətdir. Çox güman ki, B-nin koordinatı buradadır. X2, Y11 olan nöqtə. A-nın da koordinatını aşağısına yazsaq, X-i mənfi 1, Y-i də mənfi 1 olan nöqtə. Bu arada qalan məsafənin tapılmasının bir düstur vardır. D bərabərdir. Kökün altında x-ları 1 çıxırdıq. Mənfi 1 çıx 2-nin kvadratı. Buradan işarələyək. Nələr götürürük? Bununla, bunun kvadratı. Üzərinə gəlinsin y-lərin çıxılmışı. Mənfi 1 çıxılsın 11-in mötərizə kvadratı. Bunu da hesablasaq kökün altında 9, üzərinə gəlinsin 144. Bu da nə eləyir? 100, inşallah hesablayarım. 6, 3, 163 kökün altından. Oradan da neysə bölünür mü? Deyəsən 17-yə falan bölünür bir şeyə. 163-də 9 vur 17 kimi yazmaq olar. Buradan da 3 kök çıxır. Olur 3 kök altında 17. Yəni bu aradakı məsafə 3 kök altında 17 imiş. Bu hissəsi. O da Y variantı. Keçək 10-cu sualımıza. Parabolümüz bu. V7-dən istifadə edəcəyik çox güman ki. Birincisi, gəl belə eləyək. Buranın müsbət yoxsa mənfi açıldığından danışaq. X1 kökü hər halda soldakı kökdür. X2 kökü də sağdadır. Yəni X1 daha kiçikdir. Məsələn, buranı random atıram. Mənfi 3, bura 5 yazsan, 6 yazım hətta ki, o 9 görəsən. Mənfi 3 çıxılsın 6, oradan necə 9 olub?
Çox güman ki, bu modulun cavabı mənfidir. Yəni mənfiyə görə açın. Hesab səhvi eləməyək deyək. Kiçik ədəddən böyük ədəd çıxanda kiçik ədəd qalır. Yəni daha doğrusu mənfi qalır cavab. Modulun üstünə mənfi qoyanda onda bu belə olur. Mənfi x1 çıxılsın x2 bərabər 9-a. Bu da elə x1 çıxılsın x2 bərabər mənfi 9 yazmaq olar. Bu burada gözləsin. Sonra yuxarıya qayıdaq. Bu uçaltını silək. Elə belə yazmışdım. V7-dən biz nələr gördük? Birincisi x1 üstə gəlinsin x2'si bunun nəyə bərabərdir? Hər tərəfi birincisi m-ə bölmək lazım. Daha doğrusu m-ə ortaq vuruq çıxardıq deyək də. X kvadrat çıxılsın 6, x üstə gəlsin s bölünsün m formatındadır. x1 üstə x2'miz 6'dır. x1 vurulsun x2'miz isə s bölünsün m-dir. İndi bir dənə də bunun V7-dən istifadə edirik. Necə? Birinci sırayla buradakı sıranı alt-alta yazıb sistem tənlik quracağıq. Yazaq. x1 üzərinə gəlsin x2'miz 6'dır. x1 çıxılsın x2'miz mənfi 9'dur. Tərəf-tərəfə toplayaq x2'lərimiz geçsin. 2x1 bərabər mənfi 3'ə. x1 oldu mənfi 3 bölünsün 2. Yerinə qoyub x2'ni tapsam. Mənfi 3 bölü 2 üstə gəlsin x2 bərabərdir 6'ya. x2 də bərabərdir 6 üstə gəlsin 3 bölü 2. O da eləyər 15 bölü 2. x1'imiz də var, x2'miz də var. Yəqin ki bizdən bunların hasilini istəyir. Hasili də heç m-ə ehtiyac yoxdur. Düz məntiq tapmaq olar. Onda gətirib yazaq ki, x1 vurulsun x2-də. Buradan bir yerdə hesablayaq. x1 vur x2-də bərabərdir. Mənfi 3 bölünsün 2 vurulsun 15 bölünsün 2. O da mənfi 45 bölü 4. Belə də qalacaq. Burada hər halda bərabər bir m falan yazmaq istəyib böləyim. A variantı. Sualda problem yoxdur. Keçək 11-ə. Məsafə verib. Bunlar da geçən suallardır. OM, ON əlaqəsidir. O-dan N-ə qədər məsələn bir K yazsaq, deyir ki, O-dan M-ə qədər bundan 4 dəfə çoxdur, 4K-dır. Onda gəlin biz bunun koordinatlarla yazaq. Deyir ki, N nöqtəsinin K-dır, M nöqtəsinin də koordinatı 4K-dır. Bu belə, sonra da V7-dən istifadə edilir, heç bir şey. Buradan mənfini çıxardaq, qalsın x kvadrat çıxılsın 10x çıxılsın s. V7-ə görə x1 üstə gəlsin x2'miz buradan 10'dur. x1 vurulsun x2'miz də mənfi s-dir. Bizdə də x1 və x2 koordinatları var axı qolların kəsişdiyi. Burada yerinə qoysaq k plus 4k bərabər 10 yazarıq. Buradan 5k'mız 10'dursa deməli k'sı 2'dir. K'nı yerinə qoyandan sonra s'lər də tapılacaq. Onda bu nöqtə 2 nöqtəsiymiş. Digəri də 4 vur 2 8. Onda gətirib yazarıq 2 vurulsun 8 bərabərdir s-yə. S-miz də olar 16. Yəni işarə səhvi elədikmi? Məncə eləməmişəm. Bir dənə qaydaq təzədən baxaq. K dedik, hər ikisi müsbət kökdür. Elədi. Burada mənfi s yazmışdı bax. Tamam. Burada olur mənfi 16. Qalan hər şey qaydasında. Keçək 12-yə. Deməli 12-də nə verib, nə istəyir? Fonksiyon var. AB məsafəsi 6. Lap yaxşı. İki nöqtə arasındakı məsafədən söhbət gedirsə, bunu x1, x2 kimi qəbul eləsəm, x1, x2. İki nöqtə arasındakı məsafəni tapanda həmişə biz bunları bir-birindən çıxırıq. Böyükdən kiçik çıxırsan. Yəni yazıram ki, x2 çıxılsın x1. Bir də modulda yazıb məsafə mənfi olmaz axı. Bərabər altını buradan yazırıq. Sonra V7-dən bildiklərimizi də kənara köçürdək. x1 üstə x2'miz 8'dir. x1 vurulsun x2'miz də mənfi 2 plus 1'dir olduğu kimi. Sonra yine bu sırayla bu sıranı alt-alta yazıb bir sistem görmək lazımdır. Onda yazıram x1 üstü x2 bərabərdir 8'ə. x2 çıxılsın x1 bərabərdir 6'ya. Buradan toplasaq x1'lərimiz gedər. 2x2 bərabər 14'dən. x2 olur 7. x2'nin yerinə burada məsələn 7 qoysan x1'in olar 1. x1 də tapıldı, x2 də tapıldı. Bizə bir də bunların hasilindən söhbət gedir m-i tapmaq üçün. Onda yazırıq 1 vurulsun. 7 idi də digəri. 7 bərabərdir. Mənfi 2 plus 1'ə. Mənfi 2 bərabərdir. 7 çıx 1 6'ya. M də olar mənfi 3. Bu da belə C variantı. Sonra keçirik test 3'ə. Biz bayaq nə dedik? Dedik ki, funksiya y oxuna yaxınlaşdıqca bunun əmsalı daha böyük olur. Yəni hx-in əmsalı daha böyük olmalıdır jx-dan. Bu da aşağıya düşübsə məlum məsələdir. Onun əmsalı mənfidir. O da ən kiçiklərdir. Yəni ən axırada bir fx atırsan. Ardıcıllıq bu formada. İndi bunların əmsalına görə müqayisə eləsək,
Ən böyük dedik bizdə H-dır. Yəni K böyük olmalıdır. Bu əmsala baxıram. J-dən, yəni bu N-dən, o da böyükdür M-dən. F-i də axıra atmışdıq. İndi gəlin bu modulu müqayisə eləyək. Deyir ki, M çıxılsın N. M daha balacadır. Bura olur mənfi. N çıxılsın K. Burada mənfi kiçikdən böyük çıxanda K çıxan müsbət. Onda bu modulu açsaq, mənfi M üstə gəlsin N. Çıx N üstə gəlsin K. Çıx K plus M. O çıxı da ne deyirəm? Misalın özünün mənfisi var axı burada. Silinmələrə baxsaq K'ları gedər. N'ləri gedər? Heç bir şey. M'ləri də gedər. Uzun ömür can sağlığı 0 olur. Keçək 2-yə. Yenə nə edirik? Fonksiyonun təpə nöqtəsi buradadırsa, birincisi gəlin belə bir şey danışaq uşaqlar. Simmetriya mərkəzi y oxu qəbul ediblərsə, onda 5 addım soladırsa, 5 addım da sağa olmalıdır. Onda birincisi bu K nöqtəsini götürüb bunun yerinə 5 yazmaq olar. Bunu yazdıq. Sonra bu fonksiyonu da necə ortaya çıxardarıq? Təpə nöqtəsi ilə də getmək olar. Koordinatlarla da gəlin gedək. Elə x1, x2 ilə yazsam, deyərəm ki, fx bərabərdir. A vurulsun. x1 çıxılsın, mənfi 5, yəni üstə gəlsin 5. x2, x çıxılsın, x1, x2 yazmarıq da. X çıxılsın 5. Bu A-nı tapmaq üçün də bu 10 nöqtəsindən istifadə edirik. X-i 0, y-i 10 olan nöqtə. Buradan da yerinə yazanda 10 bərabərdir. A vurulsun 0 üstə 5, 5. 0 çıx 5-də mənfi 5. A-mız buradan olur 10 böl mənfi 25. İxtisar getsə mənfi 2 bölünsün 5. A-nı tapıb yerinə düşsək, onda fx fonksiyonunu təzədən geriyə yazıram. Mənfi 2 bölünsün 5. Vurulsun mötərizədə x plus 5, x minus 5. Buradan da hər halda açmaq istəyir. Açıq bu formada yazaq. Mənfi 5-də 2 vurulsun. Mötərizədə bura bir formuladan olsa düsturdur. X kvadrat çıx 25. O da bərabərdir. Fx bərabər yazaq. Mənfi 5-də 2 x kvadrat 25-dən 5 ixtisar getsin. Üstə gəlsin 10. Bizim deməli fonksiyonumuz bu formadaymış. Bunu yazdıq. Bizə nə lazım idi? Bunların əmsalları. İndi bu əmsalı da buradan baxıb yazsaq, A-mız mənfi 5-də 2-dir. Yuxarıdan üstə tapmışdıq. B-si yoxdur, yəni x-in yanında bir şey yoxdur, 0-dır. C-si 10-dur. K-nı da bayaq tapmışıq. K da bərabər 5. İndi bu elementlərdən istifadə edirik. Burada da gətirib bunları toplasaq, 15 çıxılsın 5-də 2 olur son versiya. Bu da 5-də 50 oradan 25, 75-dən də ikisi gedər, 73 bölü 5 qalır. B variantı. Son halımız bu. Keçək 3-cü misalımıza. Nə deyir burada? Parametrik denkləmi verilən parabol aşağıdakilərdən hangisidir? X-in yerinə bunu, Y-in yerinə bunu qoyarsansa, parametrik denkləm verilibsə. X-Y koordinatlarından hansı bunu ödəyəcək? Heç bir şey. Hər hansı bir 2 dənə nöqtədir. Gəlin belə eləyək. Burada yerinə qoysaq, məsələn, X-in yerinə gətirib bu t plus 2 qoysan, variant yoxlayıram. T plus 2-nin mötərizə kvadratı üstə gəlsin 6 vurulsun t plus 2 üstə gəlsin 8 bərabərdir sən demə buna. T kvadrat çıxılsın 2t'yə görək belədirmi, belə deyilmi? T kvadrat vurub atsam üstə gəlinsin 2t, 4t, üstə gəlinsin 4, üstə gəlinsin 6t, heç buna oxşamır. Üstə gəlsin 12, üstə gəl 8, bərabərdir t kvadrat çıxılsın 2t. Buradakı mənfi 2t'ni bu tərəfdə görə bilmirik axı. Deməli, A variantı düz deyil. Bu getdi. B-ni yoxlayaq. X-in kvadratı, yəni t plus 2-nin mötərizə kvadratı çıxılsın 6 vurulsun t plus 2, bu nəyəsə oxşuyur. Üstə gəl 8 bərabər imiş t kvadrat çıxılsın 2t'yə. Buradan da açsaq, t kvadrat üstə gəlinsin 4t, üstə 4. Çıx 6t, çıx 12, üstə gəl 8 bərabər t kvadrat çıx 2t'yə. Soldan sadələşdirəndə t kvadrat 4t'dən 6t gedir, çıxılsın 2t, 4-ün üstə 8, bu 12 ilə silinir. Həqiqətən t kvadrat çıx 2t alındı, bax. Bu ifadə bu ifadəyə bərabərsə elə bizə lazım olacaq. Bu da bu funksiyada, yəni yerinə qoyanda ödəməlidir. X, Y deyilən bir nöqtə var. Onu ödətdirdik, düppədüz. Keçək 4-ə. Buradan nə verib bizə? X bərabər 3. Birinci buna baxaq. Bu nöqtənin 3 olmağı nə deməkdir? Təpə nöqtənin əslində X-i 3-dür. Y-i hər nədir bilmirik. Sonra bu buna bərabər simmetriya mərkəzi heç bir şey. Biz təpə nöqtəsinin MX-in düsturunu bilirik axı. Gəlin bunu yazaq. MX bərabər buradakı M-dən qarışdırmayın onu. Mənfi B bölünsün 2A. Bunu misal bizə 3 verib. 3 bərabərdir mənfi
B'miz nədir? B'miz burada da. Onda olur mənfi M bölünsün 2 vurulsun. A'nın da yerinə bu. M çıxılsın 7. Bunu da çarpaz vursaq 6 vurulsun M çıx 7 bərabərdir mənfi M. Bu da 6M çıxılsın 42 bərabər mənfi M. 7M bərabərdir 42. M'i tapırıq 6. Sonra heç bir şey. Sonra da elə M istəyirmiş. Başqa bir şey istəmir. A variantı. Keçdik 5-ci sualımıza. Nə deyir burada? Fonksiyonda yeni aralıq veribsiz uşaqlar. Özümüzdən bir şey yazmırıq. 1 ilə 4-ün hər birini ayrı-ayrı qoyun yoxlayın. Təkcə ucu nöqtələri qoyanda bəzən ortada hansısa qiyməti itiririk. Onda yazıram. X bərabər 1 lazımdır. 2, 3 və 4. Hardan götürürəm bu qiymətləri? Bu verdiyi aralıqda. Onda Y bərabərdir. Y deyin, Fx deyin. Sizə necə xoşdursa. 1 qoyanda nə olur? 1 çıx 6 üstə gəl 4. Bura getdi mənfi 1-ə. 2 qoysaq 4 çıxılsın 12 üstə gəlsin 4 mənfi 4. 3 qoysam 9 çıxılsın 18 üstə gəlsin 4 mənfi 5. Ən sonuncuda 4 qoysaq 16 çıxılsın 24 üstə gəlsin 4. Bu da nə eləyir? 20 mənfi 4 də buradan qalır. Maksimum qiymət deyir. Bu alınan ifadələrin içində maksimum biz nə görürük? Mənfi 1 görürük. Çünki qalan hamısı mənfidir və mənfilər kiçilə-kiçilə gedir. Onda bu da bərabərdir. Mənfi 1-ə M istəyir. Deyir, indi F-in içində bu mənfi 1-i hesabla. O M-i tapmaqla iş bitmir. F mənfi 1-də nə deməkdir? Bu sırada X-in yerinə mənfi 1 qoyasan. Mənfi 1-in kvadratı 1, üstə gəlinsin 6, üstə gəlinsin 4. O da olar 11 D variantı. Keçək 6-cı sualımıza. Yenə maksimum minimumdan söhbət gedirsə, bizim bir qəşəng düsturumuz var. Ona qayıdırıq təzədən. Maksimum dediyinə görə mənfi diskriminant bölü 4A-nı yazıram. Bunun cavabını verib bizə 12. 12 bərabərdir. Mənfi diskriminantımızı hesablayaq bu sıradan. B-nin kvadratı 36 çıxılsın 4 vurulsun. A-sı mənfi 1. C-si də M çıxılsın 2. Bölünsün 4 vurulsun. A-mız da mənfi 1. Bu mənfilər bir-birini götürsün. Çarpaz da vursaq 48 bərabərdir. 36 üstə gəlinsin. 4-ə vursaq 4M çıxılsın 8. 4M də bərabərdir. 48, 8 eləyir 56. 36 geçsin 20. M bərabər 5. Elə bizdən M istəyir yenə. Fərqli bir şey istəmir. C variantı. 7, yəni qəşəng, nə gözəl. Təpə nöqtəsini veribsə, bunun X-i 1-dir, Y-i 0-dır. Yəni, düsturumuz budur. Fx bərabərdir. A vurulsun. X çıxılsın 1-in mötərizə kvadratı üstə gəlsin NY 0. Sonra bu nöqtədən istifadə edirsən. X-i 0, Y-i 3. Gətirib yerinə qoysaq. 3 bərabərdir. A vurulsun 0 çıxılsın 1-in kvadratı. A-nı tapırsan 3. Yerinə yazsaq, Fx fonksiyonu 3 vurulsun X çıxılsın 1-in mötərizə kvadratıymış. Funksiyanı tam çıxartdıq. Bizdən də F3 istəyir. F3 də bərabər X-lərin yerinə 3 qoyursan. 3 vurulsun 3 çıx 1-in kvadratı. 4 vur 3 də verir 12 Y variantı. Sonra 8-ə baxırıq. Buradan bir təpə nöqtəsi sanki simmetriya mərkəzi kimi keçilib. Belə bir şey başa düşürük ki biz. Y bu təpə nöqtəsinin hər nədirsə Y-i 1-dir. X-i görmürük. Ən azı bu T nöqtəsinin sual, sonra 1 yaza bilərsən. Bu təpə nöqtənin də hesablanması üçün düsturumuz var idi. Yəni, NY bərabər mənfi diskriminant bölü 4A-ya keçəcəm. Bunu 1 verib, 1 bərabərdir. Mənfi diskriminantımızı hesablayaq burada. B-nin kvadratı B-nin yerində dayanır. Mənfi 2 vurulsun A plus 1-in mötərizə kvadratı. Çıxılsın 4 vurulsun A-nın yerində 1, C-nin də yerində bura. A kvadrat çıxılsın 1. Bölünsün. N'imiz var burada. 4 vurulsun. A'mız da 1. Nə iş görək? Çarpaz vuraq. Çarpaz vursaq 4 bərabərdir. Mənfi qalır qarşıda. 2-nin kvadratı 4 vurulsun. A plus 1-in mötərizə kvadratı. Yavaş-yavaş açacaq. Çıxılsın 4 vurulsun. A kvadrat çıx 1. Sonra bunu da təzədən açacaq. Mənfi 4 bərabərdir. Mötərizəni açıram. 4A'nın kvadratı üstə gəlinsin. 8A üstə gəlinsin 4, çıxılsın 4A-nın kvadratı üstə gəlinsin 4. Silinmələrdən 4A kvadratlar gedir. Qalır nə?
8a bərabərdir mənfi 12-yə. A'mız da olar mənfi 12 bölü 8. 4-ə də ixtisar geçsin mənfi 3 bölü 2. A'nı tapdıq, amma misal bizdən 2A'nı istəyir. 2 vurulsun mənfi 3 bölü 2 yazanda da olar mənfi 3. C variantı. 9-a keçək. Qəşəng 2 dənə parabolün kəsişməsindən verib. Yenə gəlin belə bir şey eləyək. Biri F'dir, biri J'dir. J 0 istəyir. Birincisi millət. J 0 deyəndə neyirsən? Bütün x'lər hər şey 0-a çevrilir. B-ni tapmaq məcburiyyətində qalırsan. Buradan yola çıxaq ki, bu 2 dənə fonksiyon kəsişirsə, bunlar hər halda birinin təpə nöqtəsini götürsəm, bəs eləyərmi? Birin mavi ilə işarətləyim, birin də qırmızı ilə qarışmasın. Bu məsələn mavi fonksiyonumuz olsun, fonksiyonumuz. Bu da qırmızı olan olsun. Deməli, mavidən nə götürürük? Mavinin təpə nöqtəsini görürük. X-i 1, Y-i 0 olan nöqtədir. 1, 0 kimi yazsaq. Onda bu əslində yazılış hər şey bizə göstərir. X-1-in mötərizə kvadratıdır bu. Buradan da görünür ki, X-1, 0. Sonra mavinin üstündə belə bir qol verib bizə. 9A. Gətirib yerinə qoysan, Y-in yerinə 9. 9 bərabərdir. X-in də yerinə A yazıram. A çıx 1-in kvadratı. Buradan A çıx 1 həm 3-ə bərabər olur, həm mənfi 3-ə. 3-ə bərabərləməyimiz sərf eləmir, çünki A-nı solda istəyir. A çıx 1-i mənfi 3-ə bərabərləsəm, A-sı olur mənfi 2. Onda bu koordinatı tapdıq mənfi 2. Sonra gəlirik bu qırmızı fonksiyona. Görürsünüz bu qırmızı olanı. Bunu da qırmızı oxla kənarda yazım. Bu qırmızı fonksiyonun da təpə nöqtəsinin, bu mənfi 2-nin köməkliyi ilə, bu da J deyildi bizdə. Buradan yazmaq olar ki, mənfi 2 bərabərdir. Düsturda yazım. Mx bərabərdir. Mənfi B bölünsün 2A da yerinə qoyuram. Mənfi B'miz nədir? 2A bölünsün 2 vurulsun. A'mız nədir? Buradan mənfi 1. Bu mənfilər ixtisar geçsin. 2'lər də geçsin. A bərabərdir. Mənfi 2 hesablayırıq. Bir saniye. Bu nəyin A'sıydı? Eyni A'dır da. A'nı biz bayaq mənfi 2 tapmışdıq. Bunu niyə tapdım ki təkrar? Buna heç ehtiyac yoxdur axı bizdə. Bizdə B-ni tapmaq önəmliymiş. B-ni də gəlin necə tapaq? Bu təpə nöqtəsinin koordinatını bilmirik. Buradan yenə yola çıxıram. Yazıram ki, deməli, Jx üçün Jx-a uyğun olaraq Jx bərabərdir. A vurulsun. Düstura görə A yazım, T yazım. Mən nə yazım? Allaha da xoş geçsin. Bir dənə T yazıram. T vurulsun. X çıxılsın, təpə nöqtəsinin koordinatı mənfi 2, yəni x plus 2-nin kvadratı. Təpə nöqtəsində Y-i 9, üstə gəlsin 9. Sonra bu T-ni də tapmaq üçün bunun üzərində olan 1-0 nöqtəsi var, ondan istifadə edəcəyik. Yəni bu 1-0 nöqtəsi həm maviyə aiddir, həm qırmızıya. İndi bizə qırmızıya aid olan hissəsi lazımdır. Onda 1-0 nöqtəsini burada gətirib nəzərə alsaq, onlar 0 bərabərdir. T vurulsun 1 plus 2-nin kvadratı, 3-ün kvadratı üstə gəlsin 9. 9T bərabər mənfi 9-a üz aşağıda olmağına məlum idi ki, əmsalı mənfi olmalı. T bərabər mənfi 1. Onda Jx fonksiyonunu təzədən qursaq, mənfi 1 vurulsun, x plus 2-nin mötərizə kvadratı üstə gəlsin 9 lazımdır. Hər şeyi çıxartdıq ortalığa. Jx hazırdır. Bizə də nə deyir? J0 hesabla. J0 da x-in yerinə 0 qoymaqdır. Mənfi 1 vurulsun, 0 üstə 2-nin kvadratı 4 üstə gəlsin 9. Bu da eləyər 5. Uzun ömür, can sağlığı, amma bir balaca uzun idi. Baxaq 10-cu sualımıza. Deməli, burada nə görürük? Təpə nöqtəsinin mənfi 3 simmetriya mərkəzi. Təpə nöqtəsinin bir dənə x-i bizə sərf eləməyəcək. Gəlin buradan qol özdə koordinat başlanğıcından keçib. 3 addım bura, 3 addım bura. Deməli, bu nöqtə mənfi 6 nöqtəsiymiş. 2 dənə ayrı qol kimi baxaq. Onda biz yaza bilərik ki, fx bərabərdir. Qarşıdakı bu A ilə qarışmasın deyə, məsələn, bir dənə B ilə başladıram. B vurulsun, x çıxılsın 6, üstə gəlsin 6 olur. Bir bu qol, bir də bu qol 0 nöqtəsindən istifadə edəcəm. Bir də vurulsun, x çıxılsın 0. Buradan da bu qarşıdakı B-ni tapmaq üçün bu nöqtədən istifadə edirik. X-i 1, Y-i 7 olan nöqtə. Onda 7 bərabərdir. B vurulsun, x-lərini də yenə 1 yazıram. 1 üstə 6, 7 vurulsun 1. B-ni tapırıq 1. Onda fonksiyonu təzədən düşsək, fx bərabərdir. 1 vurulsun, x vurulsun, x plus 6. Görüm, heç açmağa ehtiyac var mı? Yox.
Bunu tam təmiz yazdıq. İndi bizdən də nə istəyir? F-A bərabər 7. Yəni x-in yerinə A qoy. O da 7-yə bərabər olsun. 7 bərabərdir. 1 vurulsun. A vurulsun. A plus 6. Burada da A-nın yerinə yazaq. A kvadrat üstə gəlsin 6A. Çıxılsın 7 bərabər 0. V-dən həll eləyəcək yəqin ki. Hasili 7, 1, 7. Cəmi də mənfi 6 olsun deyə 1 mənfi 7. A-mız da deyir 1-dən fərqli olsun. 1-dən fərqli olan cavabda deyir ki 1-i götürmə. Bax şərtdə verib. Onda mənfi 7-ni götürürük. C variantı. Keçək 11-inə. Burada nəyimiz var? Təpə nöqtənin koordinatı E. İnik. Buradakı üçgənin alanın istəyir. Ya da verib. T1, T2, T3. O nə be? P1. 3 dənə polinom var burada. Fonksiyon var hətta. Bir dənə üçgən quracaq maalesef. Sahədən söhbət gedirsə. Bunun prosta parabolə nə əlaqəsi onu başa düşmədim. Bu T1 dediyi şey elə bir polinomdur ki, təpə nöqtəsinin koordinatlarını götürsən, plus B. Bu yazılışı bir başa düşmədim nədir? Buna görə yazırsansa tamam. Oradan bir anlaşılır ki, mənfi A ilə B'dir. Bunu başa düşdük. Məsələn, bura T2 yazaq. Görək buradan nə çıxır. Mənfi A, mənfi B. Bu matrisə gələcək millət. Çox güman ki, matris misaldır. Burada A ilə mənfi B'dir. İndi gəl bunun sahəsini hesabla. Bu 3 dənə koordinat matrisə determinanta gəlir. Yazmayın heç bunu. Keçək 12. Deməli, burada nəyimiz var? Təpə nöqtəsinin x-in bilmirik, amma y ən azından 0-dır. Burada bir 0 nöqtəsi var. Sual bir şey, yanında 0. Bu təpə nöqtəsinin y-in düsturunu yazaq. Ny bərabərdir. Mənfi diskriminant bölü 4A-da yerinə qoyuruq. Onda 0 bərabərdir. Mənfi diskriminantımızı hesablayaq. 36 çıxılsın 4 vurulsun A. B kvadrat A, S. Bir dənə daha buradan gəlir. Bölünsün 4 vurulsun elə A. Bunu da çarpaz vuranda olur 36 üstə gəlin çıxılsın. Mənfini ata bilirik də. 36 çıxılsın 4A-nın kvadratı bərabərdir 0. A fərqlidir 0. Məxrəc 0 olmaz. 4A kvadrat bərabər 36-ya. A-mız olur plus minus 9. İndi görək bizə hansı lazımdır. A-nın müsbət 9 çıxardıram. Niyə? Bu fonksiyon qolları yuxarıdırsa hər halda A-sı 0-dan böyükdür. Onda yazırıq ki, A bərabərdir. 36-nı 4-ə böləndə A kvadrat 9. A da olur müsbət 3. Mənfi 3-dən çıxartmırıq. A-nı tapandan sonra yerinə qoyaq mı? İndi fonksiyonu təzədən gətirib yuxarıda bir yerdə yazaq. Fx bərabərdir. A-nın yerinə 3x kvadrat çıxılsın 6x üstə gəlinsin 3. Bu da bizdən f-a-nı istəyir. Yəni f mötərizənin içində 3 istəyir. 3 vurulsun 9 çıxılsın 6 vuru 3 üstə gəlinsin 3. 27, 3, 30, 30-dan 18-i gedəndə 12. O da Y variantı. Keçək 13-ünə. Burada da hər şey verib də bu yazıq nə versin? Bu hər halda təpə nöqtəsidir. Bunlar da qollardır. İndi hansını istifadə edək? Qollardan geçsəm yazaram fx bərabərdir. A vurulsun, x çıxılsın 3, x plus 3. Bir də bundan istifadə eləsən, x-i 0-dır, y-i 3-dür. Bu nöqtəni də gətirib burada yerinə qoysaq. 3 bərabərdir. A vurulsun. 0 çıx 3. 0 plus 3. Bu 3 ilə bu çıxçar gedir. A-sı olur mənfi 3-də 1. Sonra yerinə qoyub təzədən fonksiyonu yazanda deyirsən ki, fx bərabər imiş, sən demə burada yerinə qoyuram. Mənfi 3-də 1 vurulsun. Onu da uzatmayaq. X kvadrat çıxılsın 9 yazaq. Və bizdən nə istəyir? F5 hesabla. F5 də bərabərdir. Mənfi 3-də 1 vurulsun. 25 çıxılsın 9. O da olur mənfi 3-də 1 vurulsun 16. Yəni mənfi 16 bölü 3. O da B variantı. Davam eləyək test 4-dən. Deməli, burada parabolun içində bir kare yerləşdirib yaxşılıq. İlk gördüyümüz şey uşaqlar bu 2 dənə nöqtədir. Yəni fx bərabərdir. Biz yazmalıyıq. A vurulsun. X üstə gəlsin 4. X minus 4. Bu 2 dənə nöqtəyə görə. Sonra nə istifadə edə bilərik? Gəlin diagonallardan yola çıxaq. Məsələn, bunun diagonalın
Elə bir dəyişən yazaq ki, burada olmasın, qarışmasın. Məsələn, diagonallarımızı TT ilə işarə eləsək, onda bu L nöqtəsinin koordinatını bilirik. X-i 0, Y-i 2T-dir. Və K nöqtəsini də buradan indirsək, K-nın da X-i T, Y-i də T olur. Yəni, burada bir kvadrat yaranır axı. Bunun da koordinatı TT olsun. Gələk hər iki danışdığımız bu nöqtəni yazdığımız bu funksiyanın içində yerinə qoyaq. Onda yuxarıdakindən başlasam 2T bərabərdir A vurulsun. X-ların yerinə 0 qoysaq 4 vurulsun -4 olur. Bir də aşağıdakini TT-dən yerinə qoysaq, olar T bərabərdir A vurulsun T plus 4 T minus 4. İndi nə iş görək buradan? Yuxarıdan yəqin ki, A-nı tapıb aşağıda yerinə qoya bilərik. Baxım, belə eləyək. A-mız da bərabərdir 2T bölünsün -16-ya. Buradan olur T bölünsün -8. Bu tapdığımız A-nın qiymətin, aşağıda bir dənə A var axı, gətirib nəzər alaq. Yəni yazaq ki, T bərabərdir. T bölünsün -8 vurulsun. Bunu da açsaq, T kvadrat çıxılsın 16 deməkdir. Soldan sağdan T'lər ixtisar geçsə, nə görürük? Biz T kvadrat çıxılsın 16 bölünsün -8 bərabər 1. Bunu da çarpaz vuranda T kvadrat çıx 16 bərabər -8. T kvadrat bərabərdir. Müsbət 8-ə T'miz də olur 2 kök 2. T'ni tapdıq. Bizə də nə lazım idi? Karenin sahəsi. Onda gəlib kareni burada kənarda yazsam, diagonalları nə olan şeydir? 2 kök 2-dir. Yəni buradan bura bu diagonalda 2 kök 2, bu diagonalda 2 kök 2-dirsə, 45-90 xassəsinə gedəndə bunun tərəfini kök 2-yə vurmaq lazımdır. Olur 4. Onda bizim də sahəmiz 4-ün kvadratı olar 16. Yəni B variantı. O belə getdikcə mürəkkəbləşir. Baxın, məsələn, ikinci misal kimi. 2-də nə iş görürük? Əgər bir parabola ilə düz xəttin qarşılıqlı vəziyyətindən söhbət gedirsə, qaydanı kənara yazın. Bunlar bir-birinin toxunmursa, aralıdırsa, bu iki tənliyi bir-birinə bərabər eləyirsən, amma bir-birinə toxunmadığına görə diskriminant 0-dan kiçik olmalıdır. Əgər belə olsaydı, 2 dənə nöqtə kəsişməsi, onda diskriminant 0-dan böyükdür. Amma parabola düz xəttdə bir dənə nöqtədə toxunursa, onda diskriminant bərabər 0. 3 dənə versiya var. Bizə bu üçüncüsü lazımdır. Diskriminant 0-dan kiçik. İndi bu dediyimizi yazaq. Yazıram ki, buranı bir təmizləyək, görünsün. X kvadrat üstə gəlinsin. Nədir bu? 4nx. Üzərinə gəlinsin 4. Bərabərdir 4mx. Üzərinə gəlinsin 8m. Bunların hamısını yığırıq sola. Olur nə? X-in kvadratı üstə gəlsin 4nx. Üstə gəlsin 4, çıxılsın 4mx. Çıxılsın 8mn. Bərabər 0. Bunu da bir sadə formada yazaq. Bu ikisindən ortaq vuruq x-i götürmək olar. Yəni mötərizdə qalar 4n çıxılsın 4m. Yanında x. Üstə gəlsin 4 çıxılsın 8m. Bərabər 0. Nə dedik? Diskriminant 0-dan kiçik olmalıdır. Gəlin onda kənarda diskriminantını hesablayaq. B-nin kvadratı, yəni bu hissə. 4 vurulsun n çıxılsın m-in. Mötərizə kvadratı çıxılsın 4 vurulsun a-mız 1. S-miz də bu hissədə bütöv. 4 çıxılsın 8mn yazırıq. Kiçikdir 0. İndi gəlin bunu həll eləməyə çalışaq. Buradan açanda nə olur? 4-ün kvadratı 16 vurulsun. N kvadrat üstə gəlsin. M kvadrat çıxılsın 2mn. Sonra çıxılsın 4, 4, 16. Üstə gəlinsin 4, 8, 32 mn kiçikdir 0. Bunu da açsaq 16n kvadrat üstə gəlinsin 16m kvadrat çıx 32mn. Çıx 16, üstə gəlinsin 32 mn təzdən kiçikdir 0. Bu 32 mnlərdən fikir verin, biri müsbət, biri mənfisini aparır. Qalır nə? 16n kvadrat üstə gəlinsin 16m kvadrat. Bu 16-nı da ataq sağa, kiçikdir 16. Bütün sıranı da 16-ya böləndə olur n-in kvadratı, üstə gəlinsin m-in kvadratı, kiçikdir 1. M kvadrat üstə n kvadrat kiçikdir 1. Belə bir versiyamız var. Baxın C variantında. Qaydaya əsasən həll olunur. Keçək üçüncü sualımıza. Parabolü x bərabər 5 doğrusuna görə simmetrikdir. Gəlin belə danışaq. 5 nöqtəsinə görə simmetrik nə deməkdir? Məsələn deyirəm. Bu qrafiki parabolü bu formada çəkirəm. Belə bir məsələn deyirəm, fonksiyonun var. X-in 5 nöqtəsi gəlib buradan 5 nöqtəsinə uyğun simmetrik çəkəndə nə olur? Elə ki, güzgü istiqaməti ilə bunu çevirirsən bu tərəfə. Belə bir parabolün olur. Yəni, bunun təpə nöqtəsi hər nədirsə 5 addım keçir bu tərəfə. Onda bunun təpə nöqtəsini tapanda nə edirik?
mx bərabərdir mənfi müsbət a bölünsün 2 vurulsun 1. Mənfi b bölünsün 2a söhbətindən. Bunu bərabər eləsək, x bərabər 5 nöqtəsinə görə. Bu tərəfdədirsə bu tərəfə keçməlidir, soldadırsa sağa. İndi biz bir şey görmürük ki, bunun təpə nöqtəsi. Bir dəqiqə. Bunu yazmamışdan qabaq bu düsturumuzu yazaq. Düstur nə idi? Mx bərabərdir mənfi b bölünsün 2a. Elədir. Bu da bərabərdir mənfi b, yəni mənfi a-nın əksi müsbət a bölünsün 2. Belə bir təpə nöqtəsi var. Əgər a-sı müsbətdirsə, burada yerləşəcək bu sağ tərəfdə. Mənfisi də o tərəfdə. Hər iki halda bunu neyəcəyik? 5'e görə simmetrikdirsə bərabər eləyib 5'e çarpaz vuranda çıxmalıdır da. A da olmalıdır 10. 10'dursa biz də bunun simmetrik deyəndə nə edirik? Əksin götürürük də. Məsələn deyirəm. Bunun A-sı hal-hazırda 10'dur, bu formadadırsa, bu geriyə doğru köçəndə mənfi 10 olacaq. Əks tərəfə. Bu çıxır mənfi 10 Y variantı. Sonra nə edək? Dördüncü ol. Burada da bir simmetriklikdən söhbət gedir. Bunun gərək bir şəklini çəkək. Bunu ayrıca təpə nöqtələrini tapsaq nə olur? Hər ikisi ayrı-ayrı y bərabər 3 xəttinə görə demir. Bu ikisi ortasında y bərabər 3 xətti olmalıdır. Bunu açsaq x kvadrat üstə 4x plus 4 plus 1 kimi yazsaq 5'i parçalayanda olur nə? X plus 2'nin mötərizə kvadratı plus 1. Bunu amma görmürük hər nədir. Gəlin də o yuxarıda yazdığım x plus 2'nin grafikini qurum. Grafiki qursaq qəşəng görünəcək. X-in mənfi 2, baxın yazıram mənfi 2, y-in müsbət 1. Bunları toqquşdurub, belə bir dənə qrafik çəkirik. Əmsalı üzü yuxarı olmalıdır. Bax, belə bir qrafik. Bu yuxarıdakini. Bir də bunu çəkmək üçün nə edirsən? Deyir ki, y bərabər 3 xəttində göstər. Gəl göstərək. 1, 2, 3. Bu 3-dən keçən bir dənə düz xətt çəkirəm. İndi mənim təzə parabolam, bu jx, elə formada olmalıdır ki, bu 3 düz xəttindən eyni məsafədə yuxarı qalxsın. Yuxarı aşağı, yəni simmetriklik bilirsiniz nədir uşaqlar? Bunun simmetriki budur, bu formada. İndi o 3 düz xətti dediyinə görə 3 düz xəttinin üstündə olmalıdır bu nöqtə. Yəni sənin təzə parabolan bu formada olmalıdır. Yuxarıdakına məsələn fx yazaq, bu mavi olana. Bu fx olsun, qırmızı olan da jx olsun ki, qarışmasın. Buna da deyirik jx. Buradan fikir veririk nədir? Əgər bu bayaqkinin təpə nöqtəsinin x-in mənfi 2-dirsə də, bunun da təpə nöqtəsi gəlir x-in mənfi 2-sinə. Görürsən, bura mənfi 2-ni yazıram. Bu dəyişmir. Amma y-i fikir ver. 3-dən 1 arasında nə qədər addım var? 2 addım var. Onda sən də 2 addım yuxarıya qalxasan, plus 2 deyək. Onda bunun təpə nöqtəsi gəlib çıxacaq 5'ə. Yəni bunun təpəsi mənfi 2, 5 nöqtəsidir. Onda bu fonksiyonu da qursaq j üçün. Jx bərabərdir. Təpəsi mənfi 2-dirsə, x plus 2'nin mötərizə kvadratı. Üstə gəlinsin 5, amma bir dənə də məsələ var ki, qollar üzü aşağıdırsa, deməli bunun da qabağında bir mənfi var. Gedib bunu da açıb həll eləsək, mənfi x kvadratı çıxılsın 4x, çıxılsın 4, üstə gəlinsin 5. Bu da verir mənfi x kvadrat çıx 4x, üstə gəlinsin 1. Yəni C variantı. Baxaq 5'ə. Buradan sadələşirik. Qolların hər ikisini görürük. Nə iş görək? V7-dən kökləri gətirək. Yəni x1'imiz var, mənfi 1, x2'miz var, k nöqtəsi. V7-ə görə yazanda birinci bütün sıradan n-i ortaq vuruq çıxartmalıyıq. X kvadrat çıxılsın 6 bölünsün nx, çıxılsın 7 bölünsün n yazılmalıdır. İndi V7 tətbiq eləsək, yazırıq ki, mənfi 1 üstə gəlinsin k bərabərdir buranın əksinə. Yəni 6 bölünsün n-ə. Bir də mənfi 1 vurulsun k-da bərabərdir ilə mənfi 7 bölünsün n-ə. Bizə də k maraqlıdırsa, onda neyini? Bu n-lər getsin deyə tərəf-tərəfə bölərəm. Onlar nə? K çıxılsın 1 bölünsün mənfi k bərabərdir. Hətta mənfi k deməyim. Bir saniyə. Bunun öz içində mənfisini ixtisar eləmək olur da. Bax, bu mənfi ilə mənfi getsin. K çıx 1 bölünsün k da bərabərdir. 6 bölünsün n vurulsun tərsinə. N yuxarıya, 7 aşağıya. Bunlar getdi. K çıx 1 bölü k bərabərdir 6 bölü 7. Buradan da k çıxır 7. K'nın da yerinə 7 Y variantı. Yəni çarpaz vurmasaz da görünür. Aşağı-aşağıya, yuxarı-yuxarıya bərabər olsun. Gəldi 6'ya. Burada nə deyir? Minimum M. Ümumiyyətlə funksiya minimum maksimum danışmırsa, təpə nöqtələrindən yola çıxaq. Bunun mx-i 0-dan böyükdür. Həmçinin ny-i də 0-dan böyükdür.
Onda gəlib mx-in düsturunu yazıram. Mənfi b bölünsün 2a-da yerinə qoysaq, mənfi 5-in əksi 5 bölünsün 2 vurulsun m böyütü 0. N-y də eyni məntiqdən mənfi qalır qarşıda diskriminantı, mənfi diskriminant bölü 4-də düsturun yazaq. O da bərabərdir. Mənfi 5-in kvadratı 25 çıxılsın, 4 vur, m vurulsun 3, bölünsün, 4 vurulsun m. Bu da böyükdür 0. Ayrı-ayrı bunları həll edib kəsişdirmək lazımdır. Birinciyə görə elə olur ki, buradan m böyükdür 0. Bu birincinin həlli. İkincinin həlli nə olur? Mənfini yuxarıya versək, 12m çıx 25 bölünsün 4m böyükdür 0. Kəsirdə həll eləyəndə yuxarını aşağını ayrı-ayrı 0 eləyib sonra ədəd oxunda intervalda götürürdük axı. Yəni birinci yazırsan ki, m fərqlidir 0-dan. Bir kökün bu. İkinci kökündə 12m fərqlidir 25-dən. M də fərqlidir 2 tam 12-də 1-dən. İkinci kökdə bu. Ədəd oxunda intervalda göstərsək 0, 2 tam 2-də 12-də 1, müsbət, mənfi, müsbət. Bizə nə lazımdır? Böyük hissələr. Yəni müsbət hissələri də dairəyə alsaq, həllin bura olur. Amma yuxarıdakı ilə kəsişirəndə m 0-dan böyük deyirsə, onda sən buranı götürməlisən, hər ikisinin ortaq olduğu. Yekun həllimiz, yekun son versiya yazaq. Yekun olur 2 tam 12-də 1, müsbət sonsuzluğa. Buradan da bizdən minimum dediyinə görə bu m-in qiymətidir bu arada. M-imiz də minimum olar 3. D variantı. Keçdik sonra 7-ci sualımıza. Təpə nöqtəsini göstərib, heç bir şey, təpə nöqtəsinin koordinatın düsturu ilə yazaq. Mx-imizin düsturu nə idi? Yəni bu mənfi 2 bərabərdir. Mənfi b bölünsün 2a-da yerinə qoyursan. O da bərabərdir. Mənfi a-nın əksi müsbət a-onda olsun. Bölünsün 2 vurulsun 1. Çarpaz vuranda mənfi 2 bərabərdir. A bölü 2 yazırsan. A-mız olur mənfi 4. A-nı tapdıq. İndi eyni qayda ilə b-ni tapaq. 4-ə görə baxırıq. 4 bərabərdir. Mənfi diskriminant bölünsün 4a düsturu ilə. O da bərabərdir. Mənfi diskriminantı a-nın kvadratı çıxılsın 4 vurulsun 1 vurulsun 5 minus b bölünsün 4 vurulsun 1. Bunu da çarpaz vuranda 16 bərabərdir. Mənfi a-nın kvadratı üstə gəlinsin 20 çıxılsın 4b eləyir. A-nın da qiyməti var axı bizdə 4. Gətirib yerinə yazsan 16 bərabərdir. Mənfi 16 üstə gəlinsin 20 çıxılsın 4b-yə. 4b-miz bərabərdir. 32-dən 20-si geçsin 12. Mənfi 12 eləmir. Dən baxım təzən 4b. Mənfi 12 eləyir bu. B-miz də olur mənfi 3. A-nı da B-ni də tapdıq. Bizə deyir bir-birinə vur. Mənfi 4 vurulsun mənfi 3 verir 12. B variantı. Bu da belə. Gələk 8-ci suala analiz sualıdır deyəsən. Biz burada nələr təyin edirik? Y oxun yuxarıdan kəsibsə bu C-ni göstərir. C-miz 0-dan böyükdür. Qollarımızın istiqaməti yuxarıdırsa A-sı da 0-dan böyükdür. B-ni də təyin eləmək üçün bura baxırsan. Əgər bu mx-ımız 0-dan kiçikdirsə, yazıram düstura. Mx bərabərdir. Mənfi b bölünsün 2a qaydasına görə. M-i mənfidir. A-sı müsbətdir. Onda biz neyiniyək ki, yekun cavab mənfi qalsın. B-yə də müsbət qoymalısan ki, müsbəti mənfiyə vuranda mənfi olsun, müsbətə böləndə təzədən bu mənfini itirməsin. Onda gəlib qıraqda yazıraq ki, B də 0-dan böyükdür. Bu üçün də təyin elədik. İndi bizə nə deyir? B kvadrat çıxılsın 4AC. Bunun diskriminantı 0-dan kiçikdirmi? Gəl baxaq. Diskriminanta görə də məcbur gedəcəyik NY-ə. Bunun təpə nöqtəsi, baxın NY buradadır. NY 0-dan böyükdür. Birincini yoxlamaq üçün NY bərabərdir. Mənfi diskriminant bölünsün 4A yazsın. Çünki bu diskriminantın yerində dayanır. Gəl görək diskriminantı neymiş? NY-imiz oldu müsbət. Bunun üstünə müsbət işarəsi qoyuram. A-sı da müsbət. Deməli, yekunda müsbət olması üçün diskriminant mənfi olmalıdır ki, o müsbəti versin. Bu birinci hissə yazılıq düz. İkinciyə baxaq. Deyir, A-nı C-yə vuranda. A-mız müsbət, C-miz nə idi? O da müsbət. Bir-birinə vuranda müsbət olmalıdır. İkinci də düzdür. Üçüncüyə baxaq. B-ni C-yə vuranda, müsbəti müsbətə vuranda mənfi eləməz. Bu səhvdir. Düzgün olan 1 və 2. B variantı. 9-a baxaq. Minimum fx, maksimum fx funksiyadan söhbət gedirsə, deyirdik ki, düsturumuz ny bərabər mənfi diskriminant bölünsün 4a-dır. Onda yazırıq mənfi 4 bərabərdir. Mənfi diskriminantımız mənfi m çıxılsın 3-ün
mötərizə kvadratı çıxılsın 4 vurulsun. A-sı 1, C-si də -8 üstə gəlsin M. Bölünsün 4 vurulsun, A-mızda təzələnən 1. Bu mənfi ilə bu mənfi getsin. Çarpaz vursaq 4, 4, 16 bərabərdir. Buradan nə olacaq? M-in kvadratı çıxılsın 6M, üstə gəlinsin 9. Üstə gəlinsin 32, çıxılsın 4M. Sonra nə iş görək? M kvadrat çıxılsın 10 dənə M. 32-dən 16 gedir, 16, 9, 25 bərabər 0. Hə, buradan da düstura gəlir ki, zaten. M çıx 5-in mötərizə kvadratı bərabər 0. M də buradan olsun 5. Xeyirli, uğurlu olsun. D variantı. Keçək 10-cu sualımıza. A çıx B hansı olmaz? Hə, görək hansı olmazmış. Birincisi bunları tərəf-tərəfə çıxsaq. Nə olar? Yazırım. A minus B bərabərdir. M kvadrat üstə gəlsin 6M plus 1. Çıxanda olacaq müsbət n kvadrat, çıxılsın 8n, çıx 4. Hə, nə olub olmaması üçün uşaqlar? M-lərə bir ayrı baxırsınız, n-lərə də bir ayrı baxırıq. Düstur yaratmağa çalışırıq. Yəni, buradan da deyəcəyik ki, bərabərdir. M kvadrat üstə 6m-in yanında 9 olsaydı nə yaxşı olardı? Düstur verərdi. Yoxdursa sən artır və çıxılsın yazırıq ki, tarazlıq pozulmasın. Sonra plus 1 var. Üstə gəlsin digər də bu qayda ilə n kvadrat çıx 8-in üstə gəlsin 16 olsaydı düstur olardı. Yoxdursa da problem deyil. Çıx 16, çıx 4. İndi formulanı da yığsaq nə yazırıq bu hissəyə görə? Bunları da ayıraq bir. Düsturlarımız buradadır. M üstə gəlsin 3-ün mötərizə kvadratı. O birisi olur n çıxılsın 4-ün mötərizə kvadratı. Mənfi 9, 1, mənfi 8, mənfi 28 olur buradan. Səhv eləmirəmsə. İndi bunun minimum qiymətini danışanda neyim? Deyir ki, kvadratların minimum qiyməti 0-dır. 0, 0, 28. Yəni, bunun həllər çoxluğu mənfi 28-dən müsbət sonsuza arta-arta gedəcək. Yəni, hətta mənfi 28-də alır. Mənfi 28-dən aşağı düşə bilməz. Məsələn, mənfi 29 düşə bilməz. Mənfi 28 alır, mənfi 27, 6, 25 problem yoxdur bunlarda. Amma mənfi 29 ala bilməz, olmaz. Getdi 11-ə. Deməli, burada nə edirik? AB, AD karedir məlum məsələ. Bunu biz sıfıra bərabər eləyək. Sıfırlarını tapaq. Fx-in maksimum qalxdığı yer 8-dir. X bərabər 0 olanda y 8 olur. Y bərabər 0 olanda 8 çıx x kvadrat bərabər 0-dan, x kvadrat bərabər 8-dən, x də bərabərdir plus minus 2 kök 2. Yəni, bu nöqtələrimiz mənfi 2 kök 2 ilə müsbət 2 kök 2. Koordinatlar bunlar. Bir dənə də bizə nə lazım? Heç bunu yazmağa dəyərdi mən. Bir karedirsə, tərəfdən gedək də. Məlum məsələ. Bunu çox güman ki, ortadan bölünüb. Bura A versək, bunun uzunluğu olur 2A. Heç buraya ehtiyac yox imiş. Bunu silirəm, buna ehtiyacımız qalmadı. A 2A yazandan sonra, məsələn, bu C nöqtəsinin koordinatını görürük. X-i A-dır, Y-in də qalxdığı yer 2A-dır. Gətirib burada yerinə qoyursan, karenin tərəfi çıxır. 2A bərabərdir 8 çıxılsın A-nın kvadratına. Bir tərəfə yıxsan A kvadrat çıx 2A çıx 8 bərabər 0. Bunu da V-dən ayıraq 2, 4. Toplam müsbət 2 olsun deyə mənfi 2, 4. Məsafə də mənfi olmaz. A bərabər 4-ü götürdük. A-sı 4-dürsə, onda bunun tərəfi olur ümumilikdə 8, 8. Bizə də bir dəqiqə. Oradakı 8-dən bir toqquşur. Neysə, düz demədim. Geri qaydaq. Sorry. Buradan nə səhv eləmədik? A 2A dedik. Hədə, bu C nöqtəsinin düşdüyü x-i A-dır. Y-ə qədər qalxdığı 2A-dır. Orası düz. 2A bərabər 8 çıx A kvadrat. Yığdım sola. Üstə gəlsin 2A. Bunu səhv eləmişəm. Sorry. Düzəldirəm indi. 2A çıx 8. Buradan 2, 4-dən cəmi müsbət 2 olsun deyə 2 mənfi 4. Mənfi 4 yox, 2-ni götürəcək. Yəni, A-sı 2-də əslində. A2-dirsə, onda bu məsafəmiz olur 4. Burada 4. Sahə də olar 4-ün kvadratı 16. Sahəni istəyir deyəsən, bəli. 16. Sonra 12-ci sualımız. 2 dənə fiqur bir-birinə kəsişirsə, fiqur demək də funksiya. Bunlar 100% bərabərləşdirir ki, kəsişmə nöqtələrini görək. X kvadrat bərabər 2x nə badə ixtisar eləməyin, kökün biri gedir. Sola yığıb 0-a bərabər eləyirik. X-i də ortaq vuruq çıxartsaq, qalar x bərabər 0, x bərabər 2. Yəni,
0 nöqtəsinin biri buradadır, 2 nöqtəsi də buradadır. Sonra x-in yerinə məsələn 2 qoysaq, y-də 4-dür. Buradan gəlinən nöqtə 4-dür. Məsələn, burada x kvadratdan 2-nin kvadratı 4 yaranır. Bizə də sahə lazımsa katetləri bir-birinə vurarıq. Onda bu 4 qarşıya köçürsə, burası da 4-dür. Buradan bura qədər də 2-dir məsafə. Onda S3 bucaq da bərabərdir. 4 vurulsun 2 bölünsün 2-yə. Sahəmiz olar 4. B variantı. Sonra gəlir test 5-imiz. Deməli, burada nə iş görək? 2 dənə funksiya yenə kəsişibsə, çox güman ki, bunları bərabərləşdirəcəyik. Bərabərləşdirməkdən alınan nöqtələr. M-i görmürük. Hər halda bir dənə bunu bərabərləşdirək. X kvadrat bərabərdir mx plus 2 deyək. X kvadrat çıxılsın mx çıxılsın 2 bərabər 0. Gəlin belə bir fərziyə irəli sürmüş uşaqlar. Buradan m-in 2 dənə versiyası görünür. Çünki o koordinatları tapa bilək. Naməlum ifadə çoxdur. Hissə çoxdur daha doğrusu. Hasili 2 olan ya nə formada olur? Ya 1 mənfi 2 olur, ya da mənfi 2 1 olur. Elədir, gəlin hər ikisini yoxlayaq. Onda bunların cəmi müsbət m, mənfi m-in əksi orada müsbət m daxil köklərin cəmi m bərabərdir. 1 ilə mənfi 2-ni toplayanda mənfi 1, ya da buradan m olacaq, mənfi 2 ilə 1-i toplayanda mənfi 1. İndi biz bunun hansını götürürük? Bu düz xəttdə fikir versəz, bir düz xətt bu rüb olaraq hansı rübdədir? Birinci və üçüncü rüb. Birinci, üçüncü rübdədirsə, onda bunun bucağı əmsalı 0-dan böyük olmalıdır. Yəni, bax, bu tapdığımız versiya səhv olur. M necə mənfi 1 olsun? Bir saniyə. Eyni şey niyə aşağıda yazmışam ki? Bura müsbət 2, mənfi 1 deyil. Burası müsbət 1. M mənfi ola bilməz. Ona görə M-i götürürük. Müsbət 1. M-i tapdıqsa, digər şeylərdə tapılır da onda. Sonra nə danışaq? Bura oldu x plus 1. Yəni, y funksiyası üçün x plus 2 funksiyasını çıxartdıq. Bu təmiz. Sonra nə iş görək? Bunların kəsişməsində gördük. Bir də kəsişmə nöqtələrin koordinatları da var. 2, mənfi 1. Yəni, buradan düşsən, bu nöqtənin x-i 2-dir. Bu nöqtəni düşsən, x-i nədir? Mənfi 1-dir. Sonra bunların y-lərini də tapa bilərsən. Məsələn, x-in yerinə yazaq bura. X bərabər 2 olanda y-imiz olur 4. X bərabər mənfi 1 olanda y-imiz olur 1. Onda bu A nöqtəsinin mənfi 1 olanda nə oldu? 1. Bax, bu A nöqtəsi hazırdır. A-nın yerinə gətirib yazırıq. Mənfi 1, 1. C nöqtəsində koordinatı nədir? 2 olanda 4 olur. Fikir verin. Buradan 2 uyğun gələn bu nöqtə 4 olur. C-yə də gətirib yazırıq. 2, 4 nöqtəsi də C-nindir. Bizə nə lazımdır? B bunun ortasıdır. Görürsünüz? Bunun B nöqtəsinin orta olduğunu göstərək. Əgər B nöqtəsi orta nöqtədirsə, ortanın bir qaydası var idi axı. Koordinatları toplayıb 2-yə bölürdün. Yəni, bu A ilə C-ni toplayıb 2-yə bölürük ki, bu B-ni tapa bilək. Mənfi 1 üstə gəlinsin 2 bölünsün 2. Bir dənə də 1 üstə gəlinsin 4 bölünsün 2. Yəni, B nöqtəsinin koordinatları 2-də 1 ilə 2-də 5-dir. Amma variantda bizə maalesef M-lə verir. Problem yoxdur. Yenə M-lə çıxarda bilərik. Bizdə M-in cavabı var idi axı 1. İndi görək B nöqtəsinin özü də nəyini istəyir bizdən? Bax, B nöqtəsinin Y-ini istəyir. Yəni bunu. Hansında 5 bölü 2 ala bilərik? Məsələn, A variantında yerinə qoysam 1 çıxılsın 4 bölünsün 2. Bu deyil. B-yə baxsaq 1 üstə gəlinsin 4 bölü 2 elə buymuş. Baxın 5 bölünsün 2-ni tapırsan buradakı nöqtəni. Deməli elə B variantı olur. Keçən növbəti suallara, millət, bu ikinci suala testdən əvvəldə baxdım. Bir ortaq yol tapa bilmədim. Yəni, bir rəqəm çıxarda bilmirəm. Ya 64-ə gedir, ya 36-ya yüksək qüvvətlər alınır. Variantın uyğun gəlmir. O da xəyali bir şey yazıram, təqribi bir şey. Tam dəqiq olmur deyə bu suala təzədən baxacağım. Cavabını bilən yoldaşlar varsa bizə qeyd eləyər. Üçüncü suala keçək. 2 dənə düz xətt var. Gəlin belə eləyək. Koordinat başlanğıcından keçibsə bu düz xəttlər. Məsələn, buna mavi olan deyək də. Bu mavi olana y bərabərdir AX-dan işarə eləyək. Biri də qırmızı olan. Bu da olsun y bərabərdir BX. Niyə KX plus B kimi yazmadım? Çünki koordinat başlanğıcından keçib və bunun B-si 0-a bərabərdir. Sonra bizim belə bir qaydamız var ki, bu iki düz xətt arasında 90 dərəcə varsa, bunların bucaq əmsallarını bir-birinə vuranda mənfi 1 olmalıdır. Yəni, A vurulsun B bərabər mənfi 1. Bir dənə də kənarda yazaq ki, B onsuz da 0-dan kiçikdir. Niyə? İkinci, dördüncü rüblərdən keçir axı, ona görə. Sonra nə istifadə edək? Görürük ki, bu iki dənə düz xətt, hər ikisi bu parabola ilə kəsişib.
Onda bunları bərabərləşdir. Gəlib solda yazıram ki, x kvadrat üstə gəlsin k bir dəfə bərabərdir bx-a. Bir dəfə də x kvadrat plus k bərabərdir ax-a. İndi bunların hər birini yazandan sonra bunlar bir dənə ortaq nöqtədə kəsişirsə parabola ilə düz xətt. Bunda diskriminantı 0 olmalıdır. Bunun da bərabərləşdirəndən sonraki diskriminantı 0 olmalıdır. Altlarına yazaq. Hər ikisini ayrı-ayrı həll edəndə diskriminantın 0 vəziyyətinə baxacağıq. Bir tərəfə yığsaq x kvadrat çıxılsın bx üstə gəlsin k bərabər 0. Bunun diskriminantı nə olur? B-nin kvadratı çıxılsın 4k bərabər 0. Bu da b olur 2 kökün altında k. Yəqin ki bir problem yoxdur. B kvadrat bərabər 4k'dan. Gəl buradan düzənməli başda çıxardaq. Demişdik b 0-dan kiçikdir axı. Onda bu mənfi kimi çıxacaq. Buradan da diskriminantı hesablayanda birinci bir tərəfə yığsaq x kvadrat çıx ax plus k bərabər 0-dan. Diskriminant a-nın kvadratı çıxılsın 4k bərabər 0. Buradan da a-nı tapırıq. 2 kökün altında k. A onsuz da müsbət idi. Sonra nə iş görəcəyik? Bu tapdığımız a-nı b-ni gətirib yuxarıda demişdik axı bir-birinə vuranda mənfi 1. Orada yerinə qoyursan. Yəni yazırıq mənfi 2 kök altda k vurulsun 2 kök altda k. B-si mənfi idi. Birinci 10 yazdım. Fərq yoxdur. Bərabər mənfi 1-ə. Bu mənfilər geçsin. Qalsın 4k bərabərdir 1-ə. K-mız da olsun 1/4. O da C variantı. Qəşəng sual idi bu. Keçirik 4-ə. Parabolun orijinə görə simmetri. Millət, orijinə görə deyəndə koordinat başlanğıcına görə simmetrik olmalı. Birincisi biz bunu təpə nöqtələrinə görə quraq. Necə? X kvadrat plus 6x plus 9 olsaydı nə qəşəng olardı, bir düstur olardı. Yoxdursa özümüzdən 9 əlavə edirik və çıxırıq. Çıx 5. Bu bizə verir. X plus 3-ün mötərizə kvadratı çıxılsın 14. Bura qədər yəqin ki heç kimin bir sualı olmaz. Gəlin o qrafiki aşağıda bir quraq. Deməli nədir? X-i mənfi 3, Y-i 14. Buralarda təqribən bir şey. Bu formada bir parabola qururuq. Qarşısında müsbətdir deyə qollar yuxarıya. Parabolamız bu. İndi koordinat başlanğıcına görə deyirsə, koordinat başlanğıcı bu nöqtədir axı. Elədir. Bundan üzü bu tərəfə köçürtməlisən bu parabolu. O parabolu da köçürdəndə simmetrik. Belə bir parabol olmaz. Fikir verin, təpə nöqtəsi sürüşəcək. Solda mənfi 3 idi. Bu çəhrayı üçün olur 3. Yəni bu parabolun qolunu düzənməli başda çəkim. Bunun da 14'ü yuxarıdaydısa, bu 14 də düşür aşağıya. Bunun üçün də mənfi 14. Ümid edirəm ki bir problem olmaz. Sonra nə iş görək? İndi bunu da qursaq, bu çəhrayı üçün olanı. Y bərabərdir. Qollar aşağıdırsa qarşısı mənfi olacaq. X çıxılsın üçün mötərizə kvadratı çıxılsın 14. Bunu da gəlin oturaq açaq. Görək nə olur. Mənfi x kvadrat çıxılsın 6x üstə gəlsin 6x. Üstə gəl 9 çıx 9. Çıx 14 oldu mu? Bir dənə bunu təzədən baxaq. Koordinat başlanğıcına görə elədim eləməyinə. Cavabı 21'ə gəlir. Nəysə səhv demədim inşallah. Yuxarıya bir təzədən baxım. Plus 9, çıx 5, çıx 9, çıx 14. X-in mənfi 3. Quranda qrafiki səhv qurmuşam. Niyə? Fikir verin. Burada mənfi 14. Mən gedib yuxarıdan 14 qurmuşam. Düzəldirəm. Problem yoxdur. Hər şey eyni ardıcılıqla olacaq. Bir dənə işarəyə düz fikir verin. Bunu təzədən çəkək. Deməli, yuxarıdakı mavi olan x-in mənfi 3 dedik. Y aşağıdadır. Mənfi 14'dədir. Bunu toqquşduranda bu parabolümüz bu formadadır. Elədir. İndi koordinat başlanğıcına dediyinə görə bu başlanğıcdan bura qədər məsafə bizim təzə parabolümüzdə buralarda bir yerdə olmalıdır. İndi bunun x-inin 3'ü, mənfi 3'ü köçəcək bu tərəfə. 3 nöqtəsi burada müsbət 3 özdə. Bu mənfi 14'də yuxarıya müsbət 14 kimi köçəcək. Yəni qarşısı da mənfi olmalıdır axı. Bir dənə də parabol belə çəkəcəyik. Fikir verin, necə bir-birinə simmetrikdir. Onda bizim bu çəhrayı hissəni də gətirib kənarda təzədən yazsaq, y bərabərdir. Qarşısı mənfi, qollar aşağıda deyə. X çıxılsın 3'ün mötərizə kvadrat üstə gəlsin 14. Bunu da açsaq, olar mənfi x kvadrat. Üstə gəlinsin 6x. Çıxılsın 9 üstə gəlsin 14. Bu da olar mənfi x kvadrat. Üstə gəl 6x üstə gəlsin 5. Görək belə bir cavab harda var. Üstə 6x üstə 5 C variantı.
Bu belə. Keçək 5-ci sualımıza. Ne deyir? Burada bir kare var. Lap yaxşı. Karenin üstünde birincisi bu C nöqtəsinin bu hər halda simmetrikdir. Məsafədən gedə bilərik də kareden söhbət gedirsə. Bunların hər yerinə AA yazsaq. C nöqtəsinin koordinatı nədir? X-i 0'dır, Y-i A-dır. Sonra gəlib B nöqtəsinə, X-i də A-dır bunun, Y-i də A-dır. Hansının yerinə qoysaq bizə sərf eləyər. Məsələn, həm C nöqtəsini, həm B nöqtəsini qoyaq. Çünki hər ikisi parabolun üstündədir. C-ni yerinə qoyanda A bərabərdir. Hər şey çevrilir 0'a. 0 çıx 0 üstə gəlsin 2M. M bərabər olur A bölü 2. Bu burada gözləsin. Bir dənə də bu ikinci nöqtəni qoysaq yerinə AA-ya görə. A bərabərdir A-nın kvadratı çıxılsın. M plus 1 vurulsun A üstə gəlinsin 2M. Biz bayaq M-i A ilə işarə eləmişik axı. Onu da gətirib aşağıda yerinə qoyursan. Yazırsan A bərabərdir A-nın kvadratı çıxılsın. A bölü 2 üzərinə gəlinsin 1 vurulsun A. Üzərinə gəlinsin 2 vurulsun A bölünsün 2. Bunu da açsaq nə olsun? A bərabərdir A-nın kvadratı çıxılsın. A kvadrat bölü 2 çıxılsın A. Üzərinə gəlinsin A. Bu A, yəni bu ikilər getdi deyə A oldu. Bu A'lar ixtisar gedir. Bütün sıranı da gəlin 2'ye vuraq. 2A bərabərdir 2A kvadrat çıxılsın A kvadratına. A kvadrat bərabər 2A ixtisar eləmirik. Xahiş edirəm. Atın bir tərəfə. A'nı da ortaq vuruq çıxardanda A çıxılsın 2 bərabər 0. Yəni 2 dənə koordinat olur. A ya 0 olacaq ya 2 olacaq. Hər halda A ilə başlayırsa bizə də nə lazımdır? Məsafə 0 olmaz. Ona görə A'nı 2 götürərik. Burada 2'dirsə A'dan B'ye qədər məsafə deməli burada 2'dir. D variantı. Keçək 6-cı sualımıza. 2 dənə parabol var. Nədir? A nöqtəsi 0, 0'dır. Görünür. C nöqtəsi 4'dür. Sonra BD məsafəsini verir. BD-dən əvvəl gəlin belə bir şey eləyək uşaqlar. Qollar 0,4'dən keçirsə, bunların bu təpə nöqtəsinin hər ikisinin MX-i eyni yerə uyğun gəlir. 0 ilə 4'ün yarısı 2. Yəni bura bir T desək, bunun təpəsi 2 və bu A'dan D'yə qədər məsafə yoxdur. BD ümumilikdə 12'dirsə, məsələn buranı K ilə, buranda 12 çıxılsın K ilə işarə eləmək olar. 2K nöqtəsi bunun təpəsidir. Digərində təpəsi, məsələn fx fonksiyonunun. Bunun da təpə nöqtəsi olsun x-i 2, y-də 12 çıxılsın K. Yəqin ki, buralarda bir problemimiz yoxdur. Sonra nə istifadə eləyə bilərik? Bunun f-i nə ilə işarə eləmişəm? Qırmızı ilə. F-in təpə nöqtəsini tapanda nə deyəcək? Deyəcək ki, mənfi B bölünsün 2A bərabərdir nəyə? 2-yə. O birisini də nə ilə işarə eləmişik? Mavi ilə. Bunun da təpə nöqtəsi nədir? Mənfi D bölünsün 2-sə bərabərdir. Bu da 2-yə. Bunları ayrı-ayrı çarpaz vursaq, buradan tapırıq B bərabərdir mənfi 4A. Aşağıdan tapırıq D bərabərdir mənfi 4C. Bunlar bir gözləsin. Sonra nə istifadə edirik? Bu K'lardan. Bu K'lar da bizə necə tapılacaq? Təpə nöqtəsinin düsturu var da, NY bərabər mənfi diskriminant bölü 4A. Hər ikisini gətirib yazırıq. Deməli, bunun qarşısında yazıram yuxarıdakı üçün. Təpə nöqtəsinin K'sı bərabərdir mənfi diskriminantı. Diskriminantda necə hesablayırıq? B'nin kvadratı çıxılsın 4 vurulsun, A vurulsun 0 bölünsün 4A. Aşağıdakı da mənfi 12 çıxılsın K'mız təpə nöqtəsinin. Baxın bu hissəsi. 12 çıxılsın, ya yer dəyişik yazdım mən bunu. Bir saniyə. Fx olan qırmızı idi, 12 çıxılsın K idi. Əmsalın bir dənə düzəldək bunu. Üzürü sayın. Bura 12 çıxılsın K'dır. Bərabərdir. Aşağıdakı da mavi olan da nə idi? Təpə nöqtəsi K idi, Y. Y bərabərdir mənfi diskriminant buna görə. Yəni D'nin kvadratı çıxılsın 4 vurulsun, S vurulsun, 0 bölünsün 4S. İndi gəlin bunları həll eləyək. Yuxarıdakını aşağıdakını yazsaq ayrı-ayrı. 12 minus K bərabərdir. Bu getdi 0'a, məlum məsələ. Buralar 0'dır. B'ni bayaq mənfi 4'a yazmış axı. Yuxarıda köçürdə bilərsən. 4'ün kvadratı 16. A kvadrat bölünsün 4'a. Aşağıdakı K'sı nəyə bərabər olur? Mənfi. Bunların mənfisi var qabaqda. Mənfi. D'nin də yerinə nə tapmışdıq? Mənfi 4C kvadratı 16C kvadrat bölünsün 4C. Buradan bir qəşəng ixtisarlar gedər. Qalar 12 çıxılsın K bərabərdir mənfi 4A'ya.
K da bərabərdir mənfi 4C-yə. Bizə də nə lazım idi? C çıxan yox, C plus A-nı tapa biləcəyik. Çıxanda bunlar silinər axı. Bunu tərəf-tərəfə toplayaq, K-ları geçsin. 12 bərabərdir. Mənfi 4-ü çıxarsan A plus C. A plus C bərabər olur mənfi 3. Bir dənə cavaba baxaq görək. Bunu nə verib 6-da? 6-da verib Y. Biz nə tapdıq? Biz də elə mənfi 3 tapmışıq da Y tapmışıq. Onda burada C çıxanı yox, uşaqlar səhvli olub. C plus A-nı istəyir. Getdik 7-ci misala. Buradan nə görək? Birinci qolların bu keçdiyi və yetkin baxmaq olar. 0K kimi yazsaq. Onda elə buradan yazarıq A vurulsun, X çıxılsın 0, X çıxılsın K. O da bərabərdir. AX vurulsun, X çıxılsın K. Bunu açsaq, fonksiyonumuz budur əslində. Fx bərabərdir. AX kvadrat çıxılsın KX. Dəyişənin sərbəstliyi yoxdur da, məlum məsələ mərkəzdən keçirsə. Sonra nə edərik? Bu nöqtədən istifadə edək. O nöqtədə nədir? Təpə nöqtəsinin NY-idir, mənfi 2-sidir. O NY-in düsturunda buradan yazmaq olar. Gəlim qıraqda yazım ki, NY bərabər mənfi diskriminant bölü 4A. Onda mənfi 2 bərabərdir. Buna baxa-baxa mənfi diskriminant bölü 4A-nı çıxardaq. Diskriminant A kvadrat K kvadrat çıxılsın 4 vurulsun, A vurulsun, C'si 0 bölünsün 4 vurulsun A. Buradan da mənfilər ixtisar eləyək. 2 bərabərdir. Bu hissə getdi 0-a. Böləndə də A-ları ixtisar gedəcək. A kvadrat K kvadrat qoy yazaq. Bölünsün 4A. Bu A-nın biri ilə A-nın biri getdi. Qaldı nə? AK kvadrat bərabər 8. Çox xoş, gözəl bir şey qalıb. A-nı da tapanda olur 8 bölünsün K-nın kvadratı. Bu A-nı tapmışıqsa gətirib burada yerinə düzməliyik. Yəni deməliyik ki, bizim fonksiyonumuz fx bərabər imiş. 8 böl K kvadrat vurulsun X kvadratına. Çıxılsın orada K-nın biri ilə K-nın biri gedir ixtisar eləyəndə burada uzatmıram. 8 bölünsün K vurulsun X. Bizim fonksiyonumuz əslində budur, K-lı bir ifadə. Onsa cavabı K-lı istəyir. İndi F2K-nı bunun altında hesablayaq. F2K-mız da bərabər olsun. 8 böl K kvadrat vurulsun X-in yerinə 2-nin kvadratı 4K kvadrat. Çıxılsın 8 böl K vurulsun 2K. Buradan da bu qəşəng K-larımız gedir. K ilə K gedir, K ilə K gedər. Qalar 32 çıxılsın 16 bərabər 16. Yəni yekun cavabımız bizim buradadır. 16. B variantı. Bu qədər qarışıq yazmışım, daha yaxşı olur. Bu bir qaydadır. Biz yuxarıda demişdik ki, Y oxun müsbət istiqamətində bu oxa yaxın olduqca daha böyür. Məsələn, buna A, B, C deyəndə A böyükdür, B böyükdür, C olur. Amma üzü aşağı olanda, Y-in mənfi tərəfinə baxanda, onda əksinə olur. Qırağa getdikcə böyüyür. Yəni, Fx böyükdür, Gx, o da böyükdür, Hx. Y oxuna yaxınlaşdıqca kiçilir. Onda F-in əmsalı ən böyükdür. B böyükdür, F-in əmsalı A-dır. B nə deyilmişəm? A böyük olmalıdır J-nin əmsalından. B-dən o da böyükdür C-dən. A, B, C, A variantı. 9-a baxaq. Yenə orta nöqtə, ortadan bölünmə var. A, B, B, C bərabər gördük. 16 çıxılsın X kvadratı biz 0-a bərabərləşdirsək, bu X-in 4 nöqtəsidir. Burası mənfi 4. Bunun da qalxdığı maksimum nöqtə 16. Sonra nə istifadə edə bilərik? Bizdən N istəyir. Bu B nöqtəsinin orta nöqtəsi. Bunun üçün birincisi biz buradan gəlib C-ni tapmalıyıq. Sonra nə istifadə edə bilərik? Düz xət. Düz xət. Məsələn, gəlin buradan bura qədər məsafəni bilmirəm. Bir A desəm, C nöqtəsinin koordinatı nə olur? 4 plus A ilə 0 nöqtəsi. Onda biz bu B nöqtəsinin ortasını tapa bilirik. Bu da nə deməkdir? X-i 0, Y-i 16 olan nöqtədir. Toplasam, bura olur 4 plus A bölünsün 2. Bura olur 16 plus A bölü 2, yəni 8. Bu da sənə nəyini istəyirdi? B-nin ikinci koordinatı. Yəni elə bu 8-i istəyirdi. M bərabərdir 8. Başqa da bir şeyə ehtiyac yoxdur. D variantı. Sonra keçək 10-cu sualına. Burada nədir? Bir aralıq verirsə yerinə qoymaq lazımdır. Uşaqlar belə ayrı-ayrı qoymayın. Çalışın ki, X səpələnmiş olmasın, bir dənə olsun. Onda necə edirsən? Mənfini ortaq vuruq çıxardırsan, düstur yaradırıq. X kvadrat çıx 2x plus 6. Sonra da mənfi qalır. X kvadrat çıxılsın 2x. 6-dan 1-in götürüb verirəm bu düstur üçün. Plus 1 plus 5 yazırsan. Bax, bu hissəsi bir qəşəng düsturdur. Olur x minus 1-in mötərizə kvadrat üstə gəlsin 5. Mənfini də vurub atsam, mənfi x minus 1-in mötərizə kvadrat çıxılsın 5. İndi gətirib x-in yerinə bu aralığı qoyacaq. Qoyaq, baxaq.
O da bərabərdir. Yazıram, mənfi qalır qabaqda. Mənfi 2, 3 arası. Çıxmaq lazımdır 1-i, sonra kvadrata yüksəltmək lazımdır. Bunların hər birindən 1 çıxanda olacaq mənfi 3, 2 arasının kvadratı. Qarşısında mənfisi var, çıx 5. Kvadrata yüksəldəndə bir dənə qayda var, millət. Mənfi 3, 2-nin kvadratı 4, 9 deyil. Belə yazırsansa, səhv yazırsan. Arada 0 var deyə, ən kiçik 0-dan başlayır, 9-da bitir. Bunun kvadratı 0, 9-dur. Ona görə yazırıq 0, 9 arası. Qabağında da mənfi var, çıx 5. Aşağıda sileyim. O da bərabərdir. Mənfiyə vursaq, elə 0 qalır. 0, birinci onda mənfi 9 yazımda. Mənfi 9, 0 arası. Çıx 5. O da olar mənfi 14, mənfi 5 arası. Все, C variant. Geçək 11'ə. Burada nəyimiz var? Deməli AO OB məsafəsini verib. Məsələn, bura 1K qədər məsafə olsa, bura bundan 4 dəfə çoxdur, 4K. Koordinat olaraq da yazsaq, mənfi K, müsbət 4K yazırıq. Soldadırsa mənfi dax koordinat. Burada olsun 4K. Koordinatını yazdıq. O'dan da C'yə qədər məsafəni verib. İndi bundan əvvəl biz gəlin belə bir şey eləyik. Biz bilirik ki, uşaqlar, buranı yazıram ki, düz koordinatlar arasında 90 dərəcə var. Evklid teoreminə görə 2-nin kvadratı bərabərdir bu hissələrin bir-birinə hasili. K vurulsun 4K. Buradan 4K kvadrat bərabər 4-dən K kvadrat bərabər 1. K-nı da yəqin ki, müsbət 1 götürə bilərik. Sağda mənfi 4 olmaz da. Deməli, bu nöqtəmiz bizim mənfi 4 olub. Bu nöqtəmiz də mənfi 1 nöqtəsi. Buraları tapdıq. Başqa bizə nə lazımdır? Bunun təpə nöqtəsinin erini tapmaq lazımdır. Gəl tapaq. Onda birincisi bu funksiyanı ortaya çıxartmaq lazımdır. Bax, buradan gətirib yazıram ki, fx bərabərdir. A vurulsun. X çıx mənfi 1, yəni x plus 1. Bir dənə də, görün, bir dənə də hündürlükdən çıxar, yox, elə burayla yazaq. X çıxılsın. Müsbət 4-dür bura. X plus 4. Yəni, o da x çıxılsın 4 olur. Sonra A-nı tapmaq üçün nədən istifadə edirik? Bax, bu nöqtədən. 2-dirsə, x0, y2 olan nöqtədə axı. Gətirib yazıram 2 bərabərdir. A vurulsun 0 üstə 1, 1, 0 çıx 4, mənfi 4. Üzü aşağıdadırsa düzdə deyir. A-sı olur mənfi 2-də 1. Bu funksiyonu da gətirib təzədən quranda deyəcək ki, fx bərabər imiş. Mənfi 2-də 1 vurulsun. Deməli, nədir buradan? X plus 1 vurulsun, x minus 4. Bunu da yerinə yazandan sonra gəlin vuraq açaq. Görək neymiş. O da bərabərdir. Mənfi 2-də 1. X kvadrat çıx 4x, x çıx 3x çıxılsın 4. O da mənfi 2-də 1 x-in kvadratı. Üstə gəlsin 3 bölünsün 2x. Bir də nə olur? Üstə gəlsin 2. Bu təpə nöqtəsinin erinin də düsturu var idi axı. Bizdən də nə istəyir? F-in içində er. Yəni F-in içində er dediyi F-i istəyir bizdən. NY. NY düsturun gəlin yazaq buradan. NY də bərabər idi axı mənfi diskriminant bölü 4a-ya. Bunu da hesablasaq nə olsun? Bərabərdir. Mənfi qalsın. Bunun diskriminantı B-nin kvadratı 9 bölünsün 4 çıxılsın 4 vurulsun. A-sı mənfi 2-də 1. C-si nədir? 2. Bölünsün 4 vurulsun. A-mız təzədən mənfi 2-də 1 verək qabağa. Bu mənfiləri ixtisar eləyək. Bunu da hesablasaq. Yuxarıda olacaq 4-də 9. Bu 2-lər ixtisar gedir. Üstə gəlsin 4 bölünsün. Bununla da bu ixtisar gelsin 2. Bu da bərabər olsun. 4-də 4, 4, 16, 9, 25 bölünsün 2. Yekini də olur 25 bölü 8. Cavabımızda var mı? Var. Y variantı. Keçdik 12'ye. Burada nədir? Heç bir şey. Birincisi birin o birisi ilə əvəz eləmək lazımdır. Y-i məsələn x-ə gətirək hamısını. Y-in yerinə yazıram 10 çıxılsın 2x. Gətirib burada yerinə qoyuram. X-in kvadratı üstə gəlsin y-in yerinə 10 çıxılsın 2x-in kvadratı. Minimum maksimumdan söhbət gedirsə məlum məsələ bir kvadratik funksiyadır. X kvadrat üstə gəlsin 100, üstə gəlsin 4x kvadrat, çıxasın kimisi 40x. Bu da bizə verər 5x-in kvadratı çıxılsın 40x, üstə gəlsin 100. 5-i də ortaq vuruq çıxarsaq, qalar x kvadrat çıxılsın 8x, üstə gəlsin 20.
Buradan da düstur görməyə çalışaq. Bərabərdir 5 vurulsun qalır. X kvadrat çıx 8x üstə gəlsin 16 olsa bir düsturdur. 16'ını da 20'nin içindən götürdüm. Üstə gəl 4. Bu da olar 5 vurulsun. X çıxılsın 4'ün mötərizə kvadrat üstə 4. 5'i də vurub atsaq. 5 vurulsun. X çıxılsın 4'ün kvadratı üstə gəlsin 20. İfadənin də həmişə minimum, maksimum qiyməti bu sondakı qiymət. Çünki bu hissəyə 0 verəndə 0 üstə gəlsin 20 olur 20. Yəni D variantı. Gələk 13-cü sualımıza. Burada nədir? 2 dənə nöqtədə kəsişmə varsa, bu 2 dənə funksiyanı bir-birinə bərabərləşdirir. Yəni yazırıq x kvadrat bərabər mənfi x. Yəni deyirəm, rica ediyorum, ixtisar eləməyin. Atırıq bir tərəfə. X kvadrat üstə gəlsin x bərabər 0. Ortaq vuruq çıxardırsan. X bərabər 0, x bərabər 1. Köklərimiz bu. Yəni bu 0 onsuz da görürük. 0, 0 nöqtəsi. O 1 dediği şey de bir saniye. Plus 1 değil de mənfi 1. 1 dediği nöqtə də bax bu nöqtədir. 2 dənə nöqtədə kəsişib. Bizə nə lazımdır? AB məsafəsi lazımdır. AB məsafəsi üçün bunun bir dənə də y-in tapım hipotenuzdan çıxacaq. X-in yerinə də mənfi 1 qoyanda y olur müsbət 1. Bax bunun y-i də müsbət 1-dir. Onda bizim belə bir düzbucaqlı tutacağımız yaranır. Fikir verin uşaqlar. Bu məsafə də 1'dir. Bu məsafə də 1'dir. Onda Pifagordan bura olar kök altı 2. AB məsafəmiz kök 2. A variantı. Sonrası bitdi. Sonra təkrar testlərdir. Bu bölmə burada bitir. Ümumiyyətlə mətki mövzularını burada saxlayırıq. Sağ olun uşaqlar. Özünüzə yaxşı baxın.